Bir daha xoş gördük futbol sevərlər. Azal Arenadan Azal Neftçi oyunun başlanmasına demək olar ki, artıq hər şey tam hazırdır. Bir qədər əvvəl qeyd eləmişdik ki, Neftçinin heyətində Anyeta start dəqiqələrdən meydanda olacaq, amma dəqiqləşdirək və düzgün məlumat vermədiyimizə görə sizdən qabaqcadan üzr istəyirik. Anyeta bu oyunu ümumən buraxır. Onun adı nə ehtiyat oyuncular skaloniyasında, nə də bu görüşün start protokolunda var. Yəni bugün də Neftçi əsas qol silahı olan Anyetasız meydanda mübarizə aparmalı olacaq. Şivalanda çox gözəl bir hava var. Azal bugün həqiqətən də ölkə futbolunun flaqmanına mənə elə gəlir ki, döyüş verəcək və bugünkü oyunda bir daha qeyd edək ki, sizinlə mən Şəmsət Abbasov və ilk dəfə futbol reportajında olan həmkarımız Ürfan Məmmədli olacaq. Axşamınız xeyir əziz futbol sevərlər. Azal Arenada diqqətlər yönəlib və həqiqətən də bugün əsl futbol havasıdır, bayaq qeyd etdiyimiz kimi. Oyunun baş hakimini qeyd etmək istərdim, Ramil Diniyev. Ona isə bu işdə İlman Musayev və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim isə Nail Nağıyevdir. Hakimlərlə tanış olduq və bir qədər sonra məhz hakimlərin müşahidə altında komandalar meydana daxil olmalıdırlar. Bir daha qeyd edək ki, hazırda turnir cədvəlindəki vəziyyət belədir. Lider Qarabağ 20 xalla birinci yerdədir. Neftçi 6-cı mövqedə gedir. Komandanın 9 xalı var. Azala gəlincə isə Azal çempionatımızda 9-cu mövqeyini hazırda tutur və komandanın topladığı xallar 4-ə bərabərdir. Ümumilikdə isə bayaq da qeyd etdiyimiz kimi bu 4 xal, 1 qələbə və 1 heçəçədir. Rəvanla oyunda məhz bu meydanda Azal minimal hesabla qələbə qazandı. Ondan əvvəlki turda isə Sumqayıtla səfərdə 1-1 hesabı qeydə alınmışdı. Azal isə sonuncu turda Xəzər Lənkəranla səfərdə oynadı və bu görüş 1-3 hesabı ilə Azal üçün uğursuz bitdi, belə deyək. Ürfan bir qədər əvvəl qeyd elədik ki, Neftçi bu oyunda Anyetasız, Araz Abdullayevsiz oynayacaq. Ehtiyatda Cavid İmanverdiyev var, yenidən Neftçiyə qayıtmış futbolçu və Neftçinin hücum xəttində biz deyə bilərik ki, yenidən yəqin ki, problemlər yaşanacaq. Çünki bu heyətlə Qəbələyə qarşı mübarizə apardılar, amma həmin oyunda nə Samir Məsimov hücum xəttində olan futbolçular, nə Maqamed Qurbanov, nə də ki, Ruslan Qurbanov istənilən oyunu nümayiş etdirə bilmədilər. Kau start heyətdə yer alıb və maraqlıdır görəsən Kau bugün hansı oyunla yadda qalacaq. Bundan əlavə Neftçinin heyətindəki itkiləri də toxunmaq lazımdır. Məsələn, Araz Abdullayevin oynamamağı, Anyeta'nın yoxluğu komandanın oyunda sözsüz ki, təsirsiz ötüşməyəcək. Və budur, komandalar artıq meydana daxil olurlar. O qədər də çoxlu sayda olmayan azarkeşlər onları alqışlayırlar. İndi biz məhz yerli azarkeşləri eşidə bilirik. Bir daha qeyd edək ki, Araz Abdullayevin yoxluğunda Neftçinin kapitanı Aqil Məmmədovdur. Rail Məlikov isə Azalın kapitanıdır. Ölkə çempionatımızın ən təcrübəli futbolçularından biri. Komandalar oyuncuları bir-birlərinə indi uğurlar arzulayırlar və bir qədər sonra oyunun püşkü atılacaq. Daha doğrusu topun kimdə olacağı məlum olacaq və bundan sonra maç başlanacaq. Hazırda ölkə çempionatında 5 qolla bombardlar siyasına Richard Almeida başçılıq edir. Qarabağın Braziliyalı yarım müdafiəçisi. İkinci, üçüncü yerləri isə Qəbələnin oyuncuları tuturlar. Aleksey Qay və Aleksey Antonov. Daha bir Qarabağlı futbolçu Samuel Armentoros da 4 top vurub çempionatımızda. İsveçli futbolçudur və mövsümə yeni başladı və deyək ki, həqiqətən də baxımlı oyunu ilə azarkeşlərin sevimlisinə çevrilib və biz ötən gecə Reynaldonun yoxluğunda Qarabağın Avrupa'dakı oyunda onun oyunu izlədik. Təəssüflər olsun ki, fərqlənə bilmədi, amma buna baxmayaraq baxımlı oyunu ilə yaddaşlarda qala bildik. Tamamilə sənin razıyam Ürfan. Həm Qəbələ, həm də Qarabağ Avropa Liqasında ölkəmizi təmsil edən hər iki kluba gözəl, mübariz futbol üçün alqışlar düşür. Təəssüf ki, bu tur biz meydanı məğlub tərk etdik. Həm Qarabağ, həm Qəbələ, amma rəqiblərimiz kimiydi, bunu da unutmayaq. Almaniyanın nəhəng komandalarından biri Borussia Dortmund, bir tərəfdə, digər tərəfdə isə Fransa çempionatının əsas qüvvələrindən sayılan Monaco. Qaydaq ölkə çempionatda Topaz Premyer Liqasına bugün 9-cu tura start verilir və turun ilk qarşılaşmasının başlanmasına artıq saniyələr qalıb. Görüşün baş hakimi Ramil Diniyev, onun startindən sonra bu oyun başlanacaq. Və Ramil Diniyev indi bütün diqqətlər məhz bu insana yönəlib. Start fitini verməlidir və oyuna isə Neftçi komandası başlayacaq. Və budur,
görüşün baş hakiminin start fiti səslənir və Azal Neftçi maçı başlanır. Hər iki komandaya uğurlar arzulayırıq və ümid edirik ki, bu 90 dəqiqə futbolda yaxşı nə varsa məhz bununla yadda qalacaq. Neftçi komandası hücum atılmağa cəhd edir ilk dəqiqələrdən və burada hakim qayda pozuntusunu qeydə alır. Azal cərbə topu oyuna daxil etmək istəyir, amma Rahil Məlikovu görürük. Bir qədər geri ilə oynayır. Rahil Məlikov müdafiənin mərkəzində oynayır, amma Neftçidə çıxışlar etdiyi zamanda biz onu müdafiənin cinahında xatırlayırıq. Amma yaş bir sözlü deyir və hazırda bir qədər mövqeyini dəyişib Rahil Məlikov Azalda mərkəz müdafiəçisi funksiyasını yerinə yetirir. Bu Tərlan Əhmədovdur, Azalın baş məşqçisi. Mövsüm onun üçün və komandası üçün uğursuz başlandı, amma get-gedə bir qədər əvvəl bunu qeyd elədik. Azal öz oyununu tapmağa başlayır, amma istənilən nəticələr elə qazana bilmir, elə bu sözləri Neftçiyə dair etmək olar, elə deyil mi? Bəli, bu mövsümdə də Neftçi bir qədər deməzdim, hətta kifayət qədər zəif təsir bağışlayır. Azaldan söz düşmüşkən onu qeyd edə bilərik ki, 6-cı turədək Azalın qol vurmamışdı, hətta xalı belə yox idi. Yalnız son 3 turda azarkeşlərini qolla sevindirə bildi və məhz həmin o 4 xalı da həmin oyunda qazandı. Samir Əliyev bir qədər əvvəl bildirmişdi ki, Qəbələ ilə maçdan sonra o istefa ərizəsini yazmışdı, amma bu ərizə Neftçi klubunun müşahidə şurasının tərəfindən qəbul olunmadı. Məşqçilərinə etibar edirlər. Düşünürəm ki, bu çox gözəl bir haldır. İstənilən məşqçiyə bir qədər vaxt vermək lazımdır. Təbii ki, unutmayaq ki, Neftçi də ölkə futbolunun liderlərindən biridir. Neftçi azarkeşlərinin sayı qalibi olub. Azalın uğuru isə yalnız 2007-2008-ci il mövsümündə gümüş medaldır. Neftçinin azarkeş ordusu da kifayət qədər böyükdür və təbii ki, bu komandadan həmişə, məsələn, Azaldan fərqli olaraq tələblər daha böyükdür. Bəli. İndi son buyur Şəmzədin. Oyunun mərkəzində mübarizə davam edir. Top meydana tərk edir. Neftçi topu oyuna daxil edir. Neftçi bugün qonaq formasında meydana çıxıb. Qırmızı, ağ Ağqaralar bugün qırmızı-ağ formada mübarizə aparırlar və keçən oyunda biz qeyd elədik ki, bu mövsümdən etibarən artıq 8-ci turdan daha dəqiqcə etibarən Neftçi yeni titul sponsoru üzərində olan formalarla ölkə çempionatının oyunlarında mübarizə aparacaq. Bu titul sponsoru da həyatımızı bir çox sahələrində asan edən asan xidmətdir. Ümid edək ki, ölkə çempionatında Neftçinin yolunu da asan xidmətin sponsorluğu ilə titul sponsorluğu olduğundan sonra Neftçi ölkə çempionatında da asan bir yola çıxacaq. Və uğurlar artacaq. Ən azından turnir cədvəlindəki pillələrdə bir qədər yüksəkləri doğru irəliləyəcək. Oyuna gəldikdə Azal üstünlüyü əldə saxlamaq istəyir, fikir verirsinizsə Şəmsəddin. Daha çox sol cinahda hücumları daha çox üstünlüyü verir. Burada Emin Cəfərquliyev müdafiədən çox tez-tez hücuma qoşulur Urfan və sol cinahda biz Nuqzar Kvirtiyanı da görürük. Yeri gəlmişkən Azala qələbə gətirən yeganə oyunda qolun müəllifi Rəvanla maçda məhz Nuqzar Kvirtiyanın qolu yekunda təyyarəçilərə qələbə gətirdi. Məhz bu arenada, məhz Rəvanla görüşdə Azal qələbə qazanaraq 3 xalını aktivinə yazdırdı. Neftçi outdan top oyuna daxil edəcək. Bir qədər əvvəl biz qeyd elədik ki, Neftçidən qələbələr gözlənilir, amma unutmayaq ki, Neftçi hazırda heyətlə bağlı ciddi problemlərlə üzləşir. Araz Abdullayev yoxdur, Anyeta yoxdur və bu futbolçuların yoxluğunda təbii ki, uğurlu çıxış etmək, qələbələr qazanmaq, qollar vurmaq, qələbələr qazanmaq üçün qol vurmaq lazımdır. Qollar vurmaq çox çətin olur Neftçiyə və mənə elə gəlir ki, müşahidə şurasının bu qərarı olduqca düzgündür, başa düşüləndir, məşqçiyə şans vermək lazımdır. Unutmayaq ki, elə mövsüm indi başlayıb və irəlidə kifayət qədər çoxlu sayda oyunlar var. Məhz bunları nəzərə alan müşahidə şurasında Samir Əliyevə belə deyək, növbəti dəfə şans verərək onun komandanın başında saxladı. İndi isə out. Meydan sahibləri out'u yerinə yetirəcəklər. Nuqzar Kvirtiya nə qədər qəribə görürsə də məhz o sol cinahda yarım müdafiə oynayan futbolçu. Xeyr, bu out deyil, Urfan cərimə zərbəsi təyin olunub və bu səbəbdən də biz indi burada Nuqzar Kvirtiyanı görürük. Nuqzar Kvirtiya topu oyuna daxil edəcək. Cərimə meydançasına ötürmə. Son anda Neftçi müdafiəçiləri topu uzaqlaşdıra bildilər. İkinci cəhd top meydanı tərk edir.
Murad Səttarlının zərbəsi idi bu. Xəzər Lənkəranla bundan öncəki turda Azalın qolunun müəllifi Yeganə olmuşdu qolunun Murad müəllifi oldu, Səttarlı. bəli. Və indi də qola çox yaxın oldu. Çox təhlükəli bir zərbədir. Fikir verək bu epizodun təkrarında. Qapıçının orada olmadığını görən Murad Səttarlı bu fürsətdən yaralanmaq istədi, amma zərbəsi qeyri-dəqiq idi. Ümumiyyətlə, Azal oyuna daha istəkli başlayıb. Neftçi cərimə meydançasına doğru sıxılıb, amma buna baxmayaraq inamla müdafiə olunur. Kao indi topunda mübarizədə meydan mərkəzində qalib gəlir, ötürməsini edir. Maqamed Qurbanovla hücum davam edəcək Neftçidə. Rəhman Hacıyev Kao ötürməsi ötürmə qeyri-dəqiq alındı. dəqiq alınmadı. Azal hücumu cinahını sol cinaha dəyişir və sol cinahdan hücuma atılır. Cərimə meydançasına doğru yerləmək alınmadı və Neftçi müdafiəçiləri topun hücumun qarşısını aldılar. Neftçinin hücumu, amma son anda Azal müdafiəçiləri qaydanı pozdular və hakim Ramil Diniyev Azalın oyunçusunu yanına çağırır. Və ona şifahi xəbərdarla sakit oynamağını bildirir. Təkrara baxırıq. Samir Məsimova qarşı. Kobulur. Kao indi topu geri ötürür. Burada müdafiəçilər Neftçinin növbəti hücumunu başlayacaqlar. Aqil Məmmədov. Ailton'a doğru ötürmə alınmadı və son anda Vanzav topu auta çıxarır. Ruslan Qurbanova topu buraxmaq istədi. Ailton, Ruslan Qurbanov burada onu başa düşmədi. Belə olan halda rəqib futbolçular topu... Vanzav özünü vaxtında çatdırdı. Bəli, Vanzav Maqamedov topu meydandan çıxaran futbolçuydu Azal niyyətində. Braziliyalı Ailton. Topu oyuna altdan daxil edəcək Neftçi niyyətində bu futbolçu. Azal müdafiəçilərin növbəti dəfə Erik Ramos. Topu ala bilir, amma hakim burada qayda pozuntusu. Təhlükəli oyun. Qayda pozuntusunu qeydə alır. Ailtona qarşı. Və məhz elə səbəbkar özü Ailton topu oyuna daxil edəcək. Kimə ötürəcəyinə baxır. Yaxınlıqda Erik Ramos var. Xeyr, o bir qədər irəliyə doğru ötürdü. Burada isə Samir Məsimova doğru top gəlib çatmır. Kauve. Rəhman Hacıyevin ötürməsi də qeyri-dəqiq idi, amma Azal müdafiəçiləri topu ələ keçə bilirlər. Rail Məlikovdan sol cinaha doğru ötürmə dəqiq alınır. Murad Səttarlı da bu sol cinahla Azalın hücumunu davam edən futbolçu. Alıcı hərəkətlər cərimə meydançasına daxil olub yerində ötürməsini edir. Son anda Neftçi müdafiəçisi hücumun qarşısını alır. Rail Məmmədov idi bu. Gücdən zərbə yerinə yetirəcək Azal futbolçuları. Aqil Məmmədov müdafiəçiləri tapşırığını verir və təhlükəli bir epizodun qarşısını alır Neftçi müdafiəçiləri. Rail Məlikov. Fikir versənsə, Azalın cərimə meydançasına yaxınlaşmağını Neftçi futbolçuları heç cür imkan şərait yaratmırlar. Daha çox oyun meydanın mərkəzində gedir. Və burada İlqar Ələkbarov idi. Neftçidən topu alır. Erik Ramos. Samir Məsimov oynayır, tək gedişli ötürmələr. Amma burada Ruslan Qurbanovun dabanla etdiyi ötürməni Kauve mənə gəlir ki, düzgün oxuya bilmədi və nəticədə bu hücum istənilən kimi başa çatmır. Kauve indi öz səhvini düzəldib. Komandası üçün komandaya topu qazandırmağa çalışacaq. Alınmadı. Burada isə qayda pozulur Samir Məsimova qarşı. Murad Səttarlı idi, səhv etmirəmsə. Kobud oynayan futbolçu və son bir neçə dəqiqə ərzində Rüfan səhv etmirəmsə ikinci dəfə Samir Məsimova qarşı qayda pozulur Azal futbolçuları tərəfindən. Emin Cəfərquliyev yeri gəlmişkən bu təkrar görüntüdən deyə bilərik ki, qaydanı pozan futbolçu konkret məhz o idi. Samir Məsimov daha çox sağ cinahda çox fəaldır. Fikir verirsənsə hücumların qurulmasında Neftçi daha çox da onu ötürür və artıq ikinci dəfədir ki, biz fikir veririksə Samir Məsimova qarşı kobud oynayır Azal futbolçuları. İndi isə Neftçi cərimə meydançasını yerinə yetirəcək təhlükəli bir epizoddur. Rəhman Hacıyev cərimə zərbəsini yerinə yetirəcək. Ramil Diniyev Azalın qapısı önündəki futbolçuları yanına çağırır. Rəhman Hacıyev ötürmə son anda Namaşko yerindədir və
hücumun qarşısını alır. Kao burada çox qəribə bir zərbə indirdi topa. Həmin mövqedə birbaşa topu qapıya göndərmək lazımdır. Kao isə sanki müdafiəçi kimi topun qarşısını, bu ötürmənin qarşısını kəsməyə çalışdı. Halbuki o hücum edən komandanın nümayəndəsidir, yəni Neftçinin futbolçusudur. Belə olan halda gözlənilirdi ki, məhz o birbaşa topu qapıya göndərmək istəyəcək. Neftçinin də hazırkeşləri bu oyunda var. Elə Aqil Məmmədovun qoruduğu qapının arxasında biz onları görürük. Çox fəal şəkildə komandalarını dəstəkləyirlər və onların komandası hazırda məhz hücumdadır. Ruslan Qurbanov. Ruslan Qurbanov və növbəti dəfə Neftçinin hücumunda Samir Məsimov amili xüsusi rol oynadı. Top Kao'ya gəlir indi və ötürmə Kao'dan ötürmə qeyridə qalır. Azal müdafiəsi növbəti dəfə topu özünə Namaşko'ya gəlib çıxır top yenidə və Namaşko müdafiəçilərinə şikayət edir. Magomed Qurbanov hazırda Neftçinin ön xəttində olan mərkəz hücumçudur, amma bildirim ki, Qəbələ ilə görüşdə o heç də xoş təsir bağışlamadı və ikinci hissədə onu Samir Əliyev əvəz etmişdi. Bu dəqiqələrə də əsaslanıb, artıq görüşün 10 dəqiqəsi geridə qalıb. Magomed Qurbanovun bir o qədər də fəal olmadığını biz qeyd edə bilərik. İlk dəqiqələrdən Azal oyuna fəal başlasa da, hətta bir neçə epizodda Neftçinin qapısı önündə real gol opsiyatlarına yaxın bir oyun nümayiş etdirdi. Amma Neftçi artıq demək olar ki, toparlana bilib. Və son iki hücumda biz bunun şahidi ola bilərik. Top meydanı tərk etmir. Ruslan Qurbanov müdafiəcən gəlib çıxıb. Və top outdan meydanı tərk edir. İrfan fikir verdinsə, indi Nuzar Kdirçəyə topun ondan deyil, rəqib futbolçudan meydana çıxmasına etirazını bildirirdi. Amma hakimin qərarı tam fərqli idi. Lakin unutmayaq ki, futbolçular bu cür şəkildə hakimin qərarına etiraz bildirməməlidir, əks təqdirdə cəzalana bilərlər. Və burada təhlükəli epizod ola bilərdi, əgər ötürmə Samir Məsimova dəqiq gəlib çatsaydı. Top isə Namaşkodadır. Anyeta'nın Araz Abdullayevin zədə səbəbindən yoxluğunu qeyd elədi, amma bu oyunu Melidə buraxır Neftçinin müdafiəçisi. Bu da itki sayıla bilər. Təcrübəli Meli bu oyunda Neftçiyə yardımcı ola bilərdi. Oyun daha çox meydanın mərkəzinə gedir. Rəhman Hacıyevdir bu. Sağ cinahdan hücum qurmağa çalışır. Ötürmə Ruslan Qurbanova və Namaşko yerindədir. Namaşko Xəzər Lənkəranla görüşdə bir epizodda səhvə yol vermişdi. Elə hesab açılanda Kamal Abdullazadə həmin o qolu vurmuşdu Xəzər Lənkəran heyətində. Namaşkonun səhvi sözsüz ki, böyük rol oynamışdı. Lakin buna baxmayaraq, komandanın baş məşqçisi Təlun Əhmədov ona etibar etməkdə davam edir və bugün də start heyətdə biz Namaşkonu Azalın qapısında görürük. Mən istərdim rəqəmləri bir balaca nəzər salaq. Ümumiyyətlə, ötən mövsüm Azal və Neftçi komandaları ümumilikdə 6 dəfə qarşılaşıblar. Bunların 4-ü ölkə çempionatında, ikisi isə ölkə kubokuna rastlamışdı və Samir Məsimovdan təhlükəli bir epizod. Zərbə Namaşko yerində idi. Bir qədər əvvəl tamamilə düzgün qeyd elədin ki, bütün təhlükə Azalın qapısı qarşısında Neftçidən yalnız bir futbolçudan gəlir, Samir Məsimovdan və indi Samir Məsimov çəkinmədən oyunu üzərinə götürdü. Gərmə meydanına daxil oldu, bir neçə rəqibini keçdi və hücumu qapıya zərbə ilə tamamladı. Amma bu zərbə anında artıq Namaşkonu da biz qeyd eləməliyik. O çox gözəl bir şəkildə bu topu qaytara bildi. Ondan tələb olunanı etdi. Bu isə Samir Məsimovun həmin epizoda bağlı reaksiyasıdır. Təəssüflənir. Top isə yenə də Neftçidədir. Ruslan Qurbanov sol cinahdan hücum qurmaq istəyir və top Ruslan Qurbanovun əlinə dəyir. Bir qədər əvvəl Ürfan, sən bizi rəqəmlərlə tanış etmək istərdin. Düşünürəm ki, bax bu fasilədən yaralanıb bunu edə bilərsən, buyur. Bəli, qeyd etdiyim kimi 6 dəfə qarşılaşıblar və bu 6 qarşılaşmanın ikisi ölkə kubokuna təsadüf edib. Neftçi əvvəlcə öz meydanında qolsuz bərabərliyə qane oldu. Daha sonra məhz bu meydanda minimal hesablı qələbə Neftçini ölkə kubokunun yarı finalına da aşamışdı. Ölkə çempionatındakı 4 oyunda isə ilk qarşılaşmada Neftçi Baksel Arenada 4 cavabsız qolla Azala üstələmişdi. Daha sonra 2 oyun ardıcıl burada keçirildi. Əvvəlcə Azal 2-1 qalib gəldi. Daha sonra 0-1 hesabı ilə məğlub oldu. Sonuncu görüşdə isə 1-1 hesabı qeydə alınmışdı. Ölkə kubokundan danışdın. Artıq həm Neftçinin, həm də Azalın 8-1 final mərhələsindəki rəqibləri bəlli olub. Neftçi Qaradağ Lökbətanla görüşəcək. Azalın rəqibi isə Zirə olacaq.
Ölkə Kubokunun 8-də 1 final mərhələsinə isə dekabrın 2-sində start veriləcək. Və indi Azalın hücumunu biz görürük sağ cinahdan, amma son anda Neftçi müdafiəçiləri bu hücumun da qarşısını alırlar. Ümumiyyətlə, son dəqiqələrdə üstünlük demək olar ki, tam Neftçinin əlinə keçib. Azal daha çox müdafiə olunmağa üstünlük verir. Mərkəzə doğru ötürmə. Məhəmməd Qurbanov, Kaoy oynuyor. Və Azal meydanın mərkəzinə hücumu qurur. Nuqzar. Cərimə meydançasına doğru ötürmə və Neftçi müdafiəçiləri topu uzaqlaşdırmağı bacarırlar. Jairo Rodriguez indi hücumu başlamaq istədi, alınmadı və Samir Əliyevin reaksiyasını mən gördüm indi. Ürfan bu barədə bir qədər sonra danışacaq. Xeyr, düşündüm ki, Azalın təhlükəli hücumu yarana bilər. Alınmadı. Samir Əliyev Jairo Rodriguez'in həmin uğursuz ötürməsindən sonra elə çılğın bir şəkildə öz reaksiyasını göstərdi ki, düşünürəm ki, bu bir tapşırıqdır. Təbii ki, müdafiəçi dərhal hücumu başlamaq bilməlidir və dəqiq birinci ötürməyə malik olmalıdır. Və biz növbəti dəfə Samir Məsimovun ifasında təhlükəli bir epizodun şahidi olduq. Son anda isə Azal müdafiəçiləri bu hücumun da qarşısını aldılar. Neftçi futbolçuları növbəti dəfə hücum qurmağa çalışırlar və indi 6 nömrəli oyuncu Aylton Neftçinin sol cinahdan hücumuna dəstək edir. Ruslan Qurbanov burada topla düzgün rəftar edə bilmədi və top meydanı tərk edir. Azal futbolçularından top meydanı tərk edir və Kaoy burada topu itirdi. Azal futbolçuları bu dəfə də onun oynamağına imkan vermirlər. Out. Qvanzav out'u yerinə yetirəcək. Qvanzav Magomedov. Samir Əliyev isə Ayltona etiraz edir. Narazılığını bildirir. Görünür səbəb nədir? Və Ürfan, stadiondan oyunu şərh etmək təbii ki, bir özəlliyi də odur ki, şərhçilər telefildə olmayanları da görə bilərlər. Belə ki, hazırda bizim yanımızdan Seymur Əsədov keçdi, Azalın kapitanı. Bu oyunu o zədə səbəbindən buraxır. Onun yanında isə səncə kim olardı? Bədavi Hüseynov var. Bədavi Hüseynov maraqlıdır. Qarabağın müdafiəçisi ötən gün Monaco ilə mübarizə apardı. Bugün isə artıq Azal Neftçi görüşünü izləyir. Səhv etmirəmsə bu Bədavi Hüseynov idi. İndi bir daha nəzər salıb dəqiq bunu söyləyə biləcəyik. Amma Seymur Əsədovu mən burada gördüm və onun yanında böyük ehtimalla elə Bədavi Hüseynov idi. Bundan əlavə tamaşaçılar görməsələr də biz görürük. Sən qeyd etdiyin kimi Araz Abdullayev bizi görürük. O fikirli halda oyunu izləyir. Burada Araz Abdullayev da var, Anyeta da var, Meli də var. Zədə səbəbindən bu oyunu buraxan Neftçinin 3 futbolçusu. Ruslan Qurbanovun topla mübarizəsi isə uğursuz bitir. Kaoy meydanın mərkəzində oynayır. Yenə Samir Məsimovla. Fikir verirsənsə Neftçi futbolçuları daha çox Samir Məsimov və Ruslan Qurbanovu topla təmin etməyə çalışırlar. Cinahlarda, hücumda məhz bu iki futbolçu oynayır. Mərkəzdə isə Məhəmməd Qurbanovdur və onu elə biz meydanda demək olar ki, görə bilmirik. Düzdür, topu da ona istənilən kimi çatdıra bilmirlər Neftçi komandasının yarım müdafiəçilər, amma hər halda hücumçu çalışıb özü də hücum qurularkən bu hücumlarda iştirak etməlidir. Murad Səttavlı topa çata bilmədi. Out Neftçinin xeyrinədir. Out isə Kamal Qurbanov yerinə yetirəcək. O kimə ötürəcəyini fikirləşir. Samir Məsimov. Samir sona qədər mübarizə aparır Samir Məsimov və son anda Kaoy qaydanı pozur. Cərimə meydançası. Topu oyuna daxil edirlər. Azal futbolçuları sol cinahdan hücum təşkil etməyə çalışırlar. Cərimə meydançasına doğru ötürmə və yenə də Neftçi müdafiəçi topu alsa da son anda Aydın Qasımov bir anlıq bir həmlə ilə topu alsa da sonradan yenə itirir. Amma buna baxmayaraq top hələ də Azal futbolçularındadır və məhz indi Aqil Məmmədov topu ələ keçirir. Maraqlı bir görüntü. Neftçinin qapısı arxasında indi yaşanır azarkeşlər tərəfindən. Bir qrup azarkeş meydana üzünü deyil, belini çevirərək beləcə komandasını dəstəkləyirlər.
Ola bilər ki, bununla da Azal komandasının hücumçularına bildirirlər ki, sizin qurduğunuz hücumlar bizi heç qorxutmur və biz bu hücumlara heç baxmaq da istəmirik. Amma artıq gedək üzlərini meydana çevirməlidirlər, çünki hücumda məhz onların komandasıdır. Maraqlı yanaşmadır. Yəqin ki, bunda bir növ azarkeş həvəsi deyək. Topu isə Azal futbolçuları outdan yerinə yetirəcəklər. Emin Cəfərquliyev topu oyuna altdan daxil etdi. Azalın sol cinah müdafiəçisi. Amma bunu bir o qədər də yaxşı şəkildə etmədi və topa nəzarət Neftçiyə keçir. Aylton hücuma qoşulan futbolçunu qapıya uzaq məsafədən zərbəsini endirir. Namaşko topu qaytarır. İki gözəl hərəkət. Sol ayağı ilə Ayltonun gözəl zərbəsi, bu isə artıq reqbiyə bənzəyir. Futbola burada oxşarlıq heç nə yoxdur. Burada futbolçular arasında narazılıq yaranır. Erik Ramos futbolçuya yaraşmayan bir hərəkət idi, amma hakim vaxtında buna müdaxilə etdi. Rahil Məlikov. Görüşün baş hakimidir, bu isə Rahil Məlikovdur, bəli. O kimi ötürəcəyinə baxır. Qvanzavla oynayır. Bayaqki epizodun təkrarına baxırıq, Namaşko yerindədir və qeyd edək ki, Neftçinin artıq aktivində 2 belə təhlükəli epizod var. Biri Samir Məsimovla bağlıdır. Və indi isə Aylton uzaqdan zərbə ilə Namaşkanı sınırdı. Azal futbolçuları sağ cinahdan hücum təşkil edirlər. Cərimə meydançasına doğru ötürmə və son anda Neftçi bu dəfə də qapısına gələn hücumun qarşısını alır. Qvanzav Magomedovun qapı qarşısına etdiyi ötürməni az qala dəqiq zərbə ilə Rahil Məmmədov hücumun qarşısını alır. Küncdən zərbə yerinə yetiriləcək. Zərbə mövqeyinə isə Aydın Qasımov səhv edirəmsə çıxarıldı Azalda, amma o topa yetişə bilmədi. Hər halda meydan sahiblərinin hücumu davam edəcək. Künc zərbəsini Nuqzar Kvirtiya yerinə yetirir. Bəli, Nuqzar Kvirtiya küncdən zərbəsini yerinə yetirəcək. Azal futbolçularında aktivli və Aqil Məmmədov yerindədir. Tez bir zamanda əks hücum qurmaq istəyi Neftçi futbolçularında, amma künc zərbəsini yerinə yetirən məhz Nuqzar Kvirtiya bu əks hücumun qarşısını alır. Top isə bu dəfə Aqil Məmmədovdan məhz Namaşkoya gəlib çatır. Etiraf edək ki, Ruslan Qurbanov burada əks hücumu başlayarkən daha səliqəli bir ötürmə edə bilərdi. Bir qədər tələsdi. Rəhman Hacıyev istiqamətində, amma bəlkə də tələsdi, bəlkə də ötürməni dəqiq hesablaya bilmədi. Nəticədə Rəhman Hacıyev yox, rəqib futbolçu topa birinci çataraq topu qazandı. Azalın heyətində isə daha çox Murad Səttarlı və Tagim Novruzovun fəal olduğunu hiss edirik. Bundan əlavə Nuqzar Kvirtiyanın da sağ cinahda istəkli olduğunu şahidiyik. Mən bu üçlüyə daha bir futbolçunu əlavə edərdim. Bu da Aleksandr Qurulidir. Onun da fəal oyunu göz qabağındadır. 27 nömrəli futbolçu və Azal futbolçu hakim penaltini göstərir. Penalti nöqtəsi və Ramil Diniyev Ürfan haqqında bəhs etdiyimiz Aleksandr Quruliyə qarşı məhz cərimə meydançasında qayda pozuldu. Sarı vərəqə göstərilir Neftçi komandasının futbolçusuna. Səhv etmirəmsə bu Kamal Qurbanovdur. Bəli. Təkrarda baxırıq. Bəli, burada qayda pozuntusu var idi. O epizoda daha bir futbolçu yaxın idi. Rahil Məmmədovdur bu. O da müdaxilə edə bilərdi, amma Kamal Qurbanovun erkən müdaxiləsi. Penaltini Nuqzar Kvirtiya yerinə yetirəcək. Topa yaxınlaşır. Zərbə və gol! Kvirtiya hesabı açır. Aqil Məmmədov bu zərbənin qarşısını ala bilmədi, aciz idi. Görüşün 24-cü dəqiqəsində Azal Neftçi oyununda hesab açılır. Qolun müəllifi Nuqzar Kvirtiya olur. Penaltidən fərqlənir bu futbolçu. Yeri gəlmişkən bu onun ölkə çempionatlarında ikinci topu oldu. İlk qolu Revanla görüşdə qapıdan keçirmişdi və həmin qol Azala qələbə gətirdi. Amma Nuqzar Kvirtiya indi sarı vərəqə alır hakim Ramil Diniyevdən. Yəqin ki, Aqil Məmmədovla vurduğu qoldan sonra etdiyi mübahisəyə görə. Görəsən Kvirtiyanın bu gün vurduğu qol Azala 3 xal gətirəcəkmi? Maraqlıdır. Maraqlıdır. Revanla oyunda hər halda onun vurduğu qol komandaya qələbə gətirdi. Amma Neftçi Revan deyil. Bu Neftçidir, ölkə futbolunun flaqmanı. Nuqzar Kvirtiya həm qol vurdu, həm sarı vərəqə aldı. Bu dəqiqələrin əsas qəhrəmanı məhz odur. Və indi maraqlıdır görəsən Neftçinin oyununda buraxılan qol necə öz təsirini göstərəcək.
komanda bir daha qeyd edək ki, çox çətin bir vəziyyətdədir. Qəbələ ilə doğma meydanda bundan öncəki turda son dəqiqədə daha doğrusu buraxılan, əsas vaxtın sonuncu dəqiqəsində buraxılan qolla məğlub oldular. Halbuki həmin oyunda heç də pis təsir bağışlamırdı Neftçi. Bu arada bizə bir daha yada salırlar ki, Kamal Qurbanov Neftçi niyyətində qaydanı pozan, komandaya penalti gətirən futbolçudur. Həmin epizodda hər hansı bir ciddi təhlükə də yox idi. Mənə elə gəlir ki, daha səliqəli, daha qaydalar çərçivəsində oynaya bilərdi Kamal Qurbanov, amma gənc futbolçu görünür, əsəblərini cilovlaya bilmədi. Azaldan növbəti hücum. Son anda zərbəni vura bilmədi Azal futbolçusu. Aydın Qasımov idi bu. Çox gözəl bir vəziyyətdə. Növbəti hücum Mənə Neftçidə. gəlir ki, toxunuş lazım idi ki, oyunda hesab artıq 1-0 yox, 2-0 olsun. Amma Azal bu şansı qaçırdı. Daha bir sarı vərəqə bu dəfə Rahil Məlikova göstərilir hakim tərəfindən. Artıq bu üçüncü sarı vərəqədir bu oyunda. İkisi Azalın pasivində, biri isə Neftçinin. Bax, bu epizodda etdiyi hərəkətə görə Rahil Məlikov hakim tərəfindən cəzalanır. Hücumun qarşısını kəsdiyinə görə hakim Ramil Diniyev cərimə zərbəsi təyin edir, qayda pozuntusunu qeydə alır. Bir daha qeyd edək ki, Rahil Məlikov üçün də bu oyun çox vacibdir. Çünki vaxtı ilə o Neftçi komandasının formasını geyib, amma Neftçidə oynayarkən müdafiənin cinahında oynayırdı. Bu Azalda çıxışlarına izlədikdə isə biz onun müdafiənin mərkəzində olduğunu deyə bilərik. Rəhman Hacıyev cərimə zərbəsini yerinə yetirəcək. Neftçi futbolçuları rəqibin cərimə meydançasında aktivlər. Ötürmə Ailtonun topu qəbulu bir qədər qeydə olundu və burada hakim Azalın xeyrinə qayda pozuntusunu qeydə alır. Amma Ürfan, zənnimcə əgər Neftçi komandasının azarkeşləri Qəbələyə komandanın məğlub olmasını hardasa başa düşürdülər. Komandanın lider futbolçuları yox idi meydanda. Amma Azala baxmayaraq ki, səfərdə oynayır komanda. Məğlubiyyəti Neftçinin mənə elə gəlir ki, bir o qədər də yaxşı qarşılanmayacaq azarkeşlər tərəfindən. Çünki heyətə baxmayaraq etiraf edək ki, bu Azaldır. Azalın da heyəti bir o qədər də güclü deyil və bu heyətlə Anyeta da yoxdur, Araz Abdullayev da yoxdur, Meli də yoxdur. Amma bu futbolçuların yoxluğunda belə Neftçi Azalla oynamalıdır. Amma həmin oyunu biz hələ ki görmürük. Hələ ki görmürük və Qəbələ ilə oyuna söz düşmüşkən məhz 90 dəqiqə ərzində Neftçi qapısını toxunulmaz saxladı. Yalnız maçın sonuncu dəqiqəsində Antonovun qarşısını ala bilmədi və Qəbələ Bakıdan 3 xalla ayrıldı. Zidanda gördüyümüz bir fənlə indi rəqibini keçməyə çalışdı Braziliyalı Ailton, amma bu fəni yerinə yetirərkən zədələnir, ona qarşı qayda pozulur. Və indi fasilə məhz buna görə yaranır. Amma Ailton tələsməlidir, çünki hesabda öndə Neftçi deyil, Azaldır. Ona görə də dərhal ayağa qalxıb mübarizəni davam etmək lazımdır. Həkimlərin müdaxiləsinə ehtiyac bilmədi Ramil Diniyev. Yenidən Rəhman Hacıyev cərimə meydançasından ötürməsi alınmır. Ailton sol cinahdan hücum qurmağa çalışır. Cərimə meydançasına doğru asma edə biləcəkmi? Gözəl keçir Rahil Məlikovu və hakimə etiraz edir. Və növbəti sarı vərəqə. Bəli, Ramil Diniyev oyunun idarəçiliyini əldə saxlayır hələ ki. Və Ailtonun bu cür futbolçuya yaraşmayan etirazı sarı vərəqə ilə nəticələnir. Ailton Ferreira Silva. Bax, burada qaydanı pozmamışdır. Sadəcə hakimə bu epizodla bağlı etdiyi kəskin bir şəkildə etirazı yekunda Ramil Diniyevin onu xəbərdar etməsi ilə nəticələndi. Hesab bərabər olmasa da sarı kartların hesabı bərabərdir. Hər iki komandanın aktivində iki sarı vərəqə var. Futbolda ən vacib olan statistika hesabdır. Hesabsa hələ ki tabloda Azalın üstün olmasını göstərir. 1-0 24-cü dəqiqədə Nuqzar Kvirçyanın penaltidən vurduğu qolla Azal mövsümdə, daha doğrusu mövsümdə yox, bu turda ilk sensasiyaya yaxındır. Artıq Azalın aktivində 4 qolu var. Keçirdiyi 8 oyun ərzində cəmi 3 qol vurub. Bu qolların biri Sumqayıtla səfərdə. Daha sonra məhz bu arenada Rəvanla bayaq qeyd etdiyimiz kimi həmin o bir qol və sonuncu 8-ci turda Lənkəran şəhər stadionunda, Xəzər Lənkəran da oyunda Murad Səttarlının vurduğu yeganə qol.
Qayda pozulur, amma hakim bildirir ki, burada Ramos Taqib Novruzova qarşı qaydanı pozmuşdu. Halbuki Ramos da bu toqquşmadan sonra zədəli idi və güman edirdi ki, bəlkə də hakim tam fərqli qərar verəcək, amma yox, hakimin qərarı dəyişməz olaraq qalır. Topun arxasında indi Rail Məlikovdur, Azalın kapitanı. Kimlə oynayacağına baxır və çox fikirləşmədən yanında olan Taqib Novruzova topu göndərir. Taqib Novruzovun uzaq firçəyə sağ cihazda daha bir gözəl ötürmə, qapıya zərbə və azacıq top qapıdan aralı keçir. Murad Səttarlının başla bu zərbəsindən sonra. Azal futbolçuları hesabı artıra bilərdilər. Hətta Aqil Məmmədov da topa çata bilərdimi? Təkrardan görəcəyik biz bunu. Qapçı üçün çox təhlükəli bir zərbədir. Yerə dəyən top. Təbii ki, belə topa reaksiya göstərmək də çox çətindir. Zərbəni isə Murad Səttarlı deyil, Aydın Qasımov yerinə yetirmişdi. Bunu da düzəliş edib qeyd edək. Top qapının dirəyin tam yanından keçdi. Tərlan Əhmədov futbolçularının oyununu alqışlayır. Həm oyunu, həm də hazırki hesab mənə gəlir ki, söz yox ki, Tərlan Əhmədovu tamamilə razı salır. Azal outdan top oyuna daxil edəcək. Lanzav ötürmə. Bir qədər əvvəlki təhlükəli hücum zamanı da həmin ötürməni yeri gəlmişkən qeyd edək ki, Qvanzav Maqamedov etmişdi. Hücuma qoşulan sağ cinah müdafiəçisi. Top isə Ruslan Qurbanovdan oyunu tərk edir. Qvanzav Maqamedov ötürmə. Orada azal futbolçuları yoxdur. Top Aqil Məmmədova gəlib çatır. Aqil Məmmədov isə Neftçi futbolçularını hücuma səsləyir. Hamınız irəli, mənə gəlir ki, onun işarəsi məhz bu idi. Topu da uzağa ötürür. Burada Rail Məlikov ikinci mərtəbədə daha inamlı oynuyor. Ruslan Qurbanov out'u yerinə yetirə biləcəkmi? Yoxsa bu Ailton olacaq? Topu meydandan çıxaran Nuqzar Kirtiyadır. Bu dəqiqdir. Out isə Ailton yerinə yetirir. Kau ilə oynuyor və yeni bu dəfə də Neftçinin hücumu alınmır. Top meydanı tərk edir. Out. Növbəti dəfə Neftçi futbolçuları out'u yerinə yetirirlər və bu dəfə də Ailton out'u yerinə yetirir. Futbolçuları ona daha boş yerlərə çəkilmələrini istəyir. Ruslan Qurbanov, Ailton. Yenidən Ruslan Qurbanov və qısa ötürmələrlə hücum qurmaq istəyir Neftçi. Bir toxunuşlu ötürmələr və bu dəfə alınmadı. Hücumun cinahı sağ cinaha dəyişir. Samir Məsumov. Şəmsətin fikir versənsə bir neçə, yəni bu son dəqiqələrdə artıq Samir Məsumov demək olar ki, bayaqki o sürətli oyunu oynamır. Ümumiyyətlə, Neftçi 10 dəqiqə bundan əvvəl üstünlük verdi, o hücum futbolunu artıq sərgiləmir. Bir qədər ehtiyatlı oynayır. Qol amili də yəni ki, psixoloji cəhətdən öz təsirini göstərir. Amma təbii ki, bu Neftçidir. Neftçi futbolçuları indi özlərini ələ alıb, toparlanmalıdırlar və yenidən oyunun əvvəlində göstərdiyi futbolu nümayiş etdirib, artıq vəziyyəti, əsasən də hesabda vəziyyəti düzəltməlidirlər. Buna kifayət qədər vaxt qalıb, hələ ki, görüşdə 33-cü dəqiqə gedir. Azalın qolu bir daha xatladaq 24-cü dəqiqədə vuruldu. Penaltidən Nuqzar Kvirtseyə bunu etdi. Təxminən 1 saat var və bu 1 saat ərzində biz bəlkə də kifayət qədər qol görə bilərik. Bayaq Samir Məsumov yerdə idi, amma hakim ona qarşı oyunu qayda pozuntusu kimi qeydə almadı. Top isə o meydanı tərk edir. Namaşqı futbolçuları sakit olmağı səsləyir. Topu da oyuna məhz o daxil edəcək. Samir Əliyevi biz görürük, yenidən çox üzgündür. Son zamanlar nə onunki, nə də komandanınki görünür gətirmir. Amma futbolu oynamaq lazımdır, nəyisə dəyişmək lazımdır. Təbii ki, Neftçinin bu cür oyunu heç kim gözləmirdi. Amma elə ki, Azalla görüş başa çatmayıb. Yəni, mübarizəni davam etmək lazımdır, ruhdan düşmək lazım deyil. Bu arada isə meydan sahibləri indi ruhlanıb, vurulan qoldan sonra hücumdadılar. Və burada Samir Məsumov idi. Hakim isə qayda pozuntusu qeydə almır, davam işarəsi verir. Top isə Azal futbolçularında idi. Emin Cəfərquliyev indi zədəli yerdədir. Və yalnız indi Ramil Diniyev Azal futbolçusuna yaxınlaşır. Emin Cəfərquliyev də bu və ona tibbi yardım gərəkdirmi? Gəlin izləyək bu epizodun təkrarını. Ramil Diniyevə ehtiyac yoxdur deyir. Samir Məsumovla toqquşdu.
toqquşdu. Hər halda təmas var idi, ayağını tapdalamışdı. Təmas var idisə, bu artıq qayda pozuntusu deməkdir. Çünki burada topa oyun yox idi. Bunu açıq-aşkar biz epizodun bu təkrarından gördük. Amma Ramil Diniyev ikinci dəfə yəqin ki, cəhd göstərmədi, ürək etmədi bu oyunda penalti təyin etsin. Hər halda bu hakimin qərarıdır. Bir daha qeyd edək ki, hakimin qərarı artıq dəyişməz olaraq qalır və istəməzdim ki, bunu biz şərh edək. Tamaşaçılarımız hər şeyi görür. Topaz Premyer Liqasında bu mövsümdə CBC Sport TV kanalı eksklüziv yayım hüququna malik olub və ilk dəfə ölkə çempionatımızın oyunları 1 deyil, 5 deyil, 6 deyil, 12 kamera ilə çəkilir və belə olan halda istənilən o oyun epizoduna bağlı mübahisəli epizodları biz tam aydın bir şəkildə görə bilərik. Necə ki, indiki vəziyyətdə də açıq şəkildə gördük. Və məhz ötən tur Topaz Premyer Liqasının 8-ci turunda CBC Sport Azərbaycan telemekanında daha bir ilkə imza atdı. Ölkə çempionatının 5 turunu, 5 oyununu futbol sevərlərə təqdim etdi. Məhz canlı. Və hakim burada künc zərbəsini göstərmir, künc nöqtəsini göstərmir. Növbəti dəfə topu oyuna Namaşka daxil edəcək. O isə tələsmir. Komandası hesabda öndədir və bu onu qane edir. Tərlan Əhmədov futbolçularını tələsməməyə səsləyir. Namaşka da tələsmir. Namaşko və biz isə vurulan qolun təkrarını görürük. Penaltidən. Azal futbolçuları meydanın mərkəzində topu itirirlər. Rodriguez. Ötürmə Ruslan Qurbanova. Ruslan Qurbanov Rəhman Hacıyevlə anlaşa bilmədi. Bəli, həqiqətən də Azalın müdafiədə oyununu, inamlı oyununu qeyd edə bilərik. Rodriguez sol cinahdan topu Neftçi tərəfindən uzaqlaşdırmağa çalışdı. Vanzab Magomedov və burada hakim Ramil Diniyev Azalın xeyrinə cərimə zərbəsi təyin edir. Topu isə oyuna Rail Məlikov daxil etdi. Quruli sağ cinahlı oynadı. Top Erik Ramos'dadır və Neftçi Altın topu oyuna daxil edəcək. Ailton Erik Ramos'u görürük. O futbolçulara narazıdır. Fikir verirsənsə Şəmsəddin oyunun əvvəlindən Erik Ramos bir qədər aqressiv oyun üstünlük verir. Ümumiyyətlə Erik Ramos həmişə bu cür oyunla yadda qalıb, Rüfan. Və indi Azalın növbəti hücum və son anda Kamal Qurbanov. Ramosla bağlı fikirlərimizi tamamlayıb. Deyilənə görə oyunda bu cür çılğın, bu cür etirazlı bir oyun nümayiş etdirirsə, həyatda çox sakit bir insandır Erik Ramos. Amma daha çox yadda qalan məhz futbolçunun meydanda sərgilədiyi oyun və onun rəftarıdır. Bunu qeyd etməliyik məncə. Vanzav outdan topu oyuna daxil edəcək. Ötürmə Rail Məlikova. Rail Məlikov asma. Bu dəfə də Neftçi futbolçuları topu uzaqlaşdırırlar. İrfan, açığı mən düşünürdüm ki, vurulan qoldan sonra Azal tamamilə müdafiəyə çəkiləcək və əks hücum taktikasına bel bağlayacaq, lakin biz tam fərqli bir mənzərənin şahidi oluruq. Vurulan qoldan sonra Azal heç də geriyə çəkilməyi düşünmür, doğma meydanda oynayır komanda. Vurulan qol görünür onları ruhlandırıb və daha böyük qüvvə ilə hücuma atılırlar və vurulan qoldan sonra bir neçə dəfə artıq ikinci qola da yaxın oldular Azal futbolçuları. Bunu da qeyd etməyə yerinə düşər. Az öncə də biz təhlükəli bir epizodun şahidi olduq, amma son anda Neftçi futbolçuları o hücumuna qarşısını almışlar. İndi isə Azal futbolçuları növbəti dəfə gücdən zərbə yerinə yetirəcəklər. Ötürmə və Ailton idi bu. Topu uzaqlaşdırdı Rodriguez. Amma buna baxmayaraq top hələ də Azal futbolçularındadır. Və məhz indi topu mərkəzə doğru ötürmək mümkün olur. Rail Məlikov sol cinaha doğru ötürmə. Azal komandası yenidən topa nəzarət edir. Emin Cəfərquliyev sadə bir vəziyyətdə bu topu qəbul edə bilmədi. Əgər bunu bacarsaydı, o zaman Azalın bu hücumu davam edə bilərdi. Burada isə qayda pozulur və dərhal da qayda pozuntusundan sonra cərimə zərbəsini yerinə yetirirlər Neftçi futbolçuları. Bu da başa düşüləndir. Komanda əks hücum qurmağa çalışır. Samir Məsimov irəliləyir. Aldadıcı hərəkətlərlə rəqibini Rail Məlikovu keçməyə çalışacaq, amma Rail Məlikovu keçməyə belə də asan olmur. Təcrübəli müdafiəçi topu
hücumun qarşısını alaraq topu auta çıxarır. Və bir məqamı da qeyd edək ki, Neftçinin müdafiəsində daha çox təhlükə sol cinahda olur və məhz top həmin nöqtəyə gələndə hansısa futbolçu ya yıxılır, ya da hakim cərimə zərbəsini təyin edir. Neftçidən Ailtondan növbəti dəfə uzaqdan zərbə, amma bu dəfə zərbə dəqiq alınmır. Namaşqa yenə tələsmir. Onun komandası bayaq qeyd etdiyimiz kimi minimal hesabla üstünlükdədir. Biz isə Kaue'nin təəssüfünü görürük. Murad Səttarlı futbolçularını alqışlayır. Oyunda iştirak edən futbolçuların müxtəlif oyun epizodlarına reaksiyası bizə təqdim olunur. Bu da çox gözəl bir haldır. Bu arada Namaşqa indi tələsmədən topu oyuna daxil edəcək. Görüşün birinci hissəsinin başa çatmasına isə bir qədər də çox vaxt qalmayıb. Artıq 41-ci dəqiqəyə daxil olduq Azal Neftçi maçında. Hesab 1-0 meydan sahibi Azalın xeyrinədir. Görüşün 24-cü dəqiqəsində Nuzar Kvirtiyanın vurduğu penaltidən qolla meydan sahibləri, təyyarəçilər bu üstünlüyə gələnə bilər. Bayaq Azalın qoldan sonra daha da aktiv oynadığını qeyd etdi Şəmsəddin. Ümid edirəm Neftçinin əsas heyət üzvlərinin yoxluğu Azalı daha da istəkli oynamağa vadar edir. Və indi Samir Məsimov, hakim offside qərarı verir. Buna baxmayaraq Neftçi futbolçuları zərbəni vururlar. Hər halda Neftçidə hücum xəttində aşkar problemlər hiss olunur. Bəli, bir daha bu mövzuya qayıdırıq. Deyirik, Anyeta yoxdur, Araz Abdullayev yoxdur. Amma bu iki futbolçudan Neftçi asılı olmamalıdır. Əsasən də Azalla oyunda. Azalın da heyəti bir o qədər də ulduz futbolçulardan ibarət deyil. Sadəcə komanda oyunu nümayiş etdirirlər və bu komanda oyunun sonunda biz görürük ki, müxtəlif yadda qalan hücumlar təşkil edirlər. Neftçi isə bu barədə deyə bilmərik. Yalnız komandanın iki hücumu yadda qalan olub. Onlardan biri Samir Məsimovun individual hərəkətləri nəticəsində olub. Yəni, tək başına oyunu özlərinə götürüb, cərimə məcrasına daxil olub zərbəsini indirdi. Digər bir epizodsa Ailtonun uzaq məsafədən vurduğu zərbə idi. Və salam, kombinasiyalı hər hansı bir oyun haqda biz söz deyə bilmərik. Çünki bu kombinasiyalı hücumda oyunu biz elə görmürük Neftçidə. Ümumiyyətlə, Neftçinin cinahlarda oyunu alınmır, deyə bilərik. Xüsusilə də sol cinahda Ruslan Qurbanovun mövqeyində hücum alınmır və hakim növbəti dəfə əlini cibinə atdı. Tagim Novruzova bu dəfə növbəti sarı vərəqə göstərilir. 6 nömrəli futbolçu Erik Ramosla mübarizədə bax, burada qaydanı bu şəkildə pozur. Bu dəfə də hakimin fiti səslənir. Ramil Diniyev bu dəfə oyundan kənar vəziyyət qeydə alır. 43-cü dəqiqə gedir Azal Neftçi görüşündə. Bir daha qeyd edək ki, Topaz Premyer Liqasında bu oyunla 9-cu tura start verilir. 3 oyun gününə bölünüb bu tur və birinci oyun günündə yalnız bir görüş nəzərdə tutulub. Bu görüşü də CBC Sportun canlı efirində izləyə bilirsiniz. Məhz indi, məhz canlı. Azal futbolçuları bu dəfə də Neftçi qapısına doğru yeni bir təhlükəli epizoda yaxın idilər, amma Aqil Məmmədov vaxtında müdaxilə edir və qapısından çıxaraq topu ələ alır. Rodriguez, Kaue, Ailtona doğru ötürmə, yoxsa bu Ruslan Qurbanov idi? Hər halda alınmadı. Ruslan Qurbanovla fikir verirsənsə Şəmsəddin, Ruslan Qurbanov ehtiyat skamya ilə söhbət edir. Bilmir, nəyə etiraz etdi o? Yəqin ki, futbolçular onun gecikdiyinə görə etiraz edilir və o da ona görə onlara müdaxilə edir. Hər halda Samir Əliyevin hazırki reaksiyasını izləyib söyləyə bilərəm ki, həm gərgindir, həm narahatdır, həm də təbii ki, həm komandasını oynayırlar, həm də hazırki hesabla razı deyil, əksinə narazıdır və onu başa düşmək olar. Hücumu cinahı dəyişir, Samir Məsimova doğru ötürmə və top altına çıxır. Elə Samir Məsimov top oyuna daxil edəcək, Rəhman Hacıyev. Samir Məsimovla yenidən oynayır Neftçi futbolçuları. Fikir verirsənsə, Neftçi futbolçuları daha çox sağ cinahdan hücum qurmağa çalışırlar və yenidən bütün yük Samir Məsimovun üzərinə düşüb. Ramil Diniyev topun düzgün yerdən oyuna daxil edilməsini istəyir. Altı oyuna daxil edir Azar futbolçusu. Aydın Qasımova top gəlib çatmamışdı. Rail Məlikov ikinci mərtəbədə bir qədər inamlı idi. Amma son anda topu itirdi və top yenidən Neftçi futbolçularında da təhlükəli bir epizod. Uzaqdan zərbə və
Bu dəfə də Neftçinin kəsərli hücum qurmaq şansı alınmadı. Magomed Qurbanov 45 dəqiqə ərzində birinci dəfə diqqət mərkəzinə düşür və uzaq məsafədən belə bir zərbə indirir. Zərbə o qədər də yaxşı alınmadı, bunu da etiraf edək. Hələ ki, Magomed Qurbanov heç nələ yadda qalmır. Təxminən qapıdan 3 metr aralıqdan keçdi və Namaşka da yenə öz ampluasındadır. O tələsmir. Top oyuna daxil etdi. Top bizə Neftçi futbolçularına gəlib çatır. Bu dəfə Samir Məsimov. Hakim qayda pozuntusu qeydə alır, təhlükəli oyun. Bu arada birinci hissənin əsas vaxtının sonuncu dəqiqəsi artıq gedir. Azal Neftçi görüşündə 45-ci dəqiqədə Ruslan Qurbanovun bu cür hiləgər dabanla ötürməsi alınmır. Top uğrunda mübarizə gedir və bu mübarizədən Azal futbolçuları qalib ayrılırlar. Çox riskli bir hərəkətə yol verir İlqar Ələkbərov, amma soyuqqanlı bir şəkildə topu özündə saxlayır və rəqib futbolçuları keçir. Və hakim ilk hissənin final fitini salır. Ramil Diniyev birinci hissəni başa vurur və birinci hissədən sonra Azal Neftçi görüşündə hesab 1-0 meydan sahibi Azalın xeyrinədir. Görüşün 24-cü dəqiqəsində Nuqzar Kvirtyanın penaltidən vurduğu gol hələ ki yeganədir. Amma qarşıda bizi ikinci hissə gözləyir, ikinci 45 dəqiqə gözləyir və 90 dəqiqənin sonunda Azal bu üstünlüyü qoruyub saxlayıb və yaxud da artırıb yekunda mövsümdə ikinci qələbəsini qazanacaqmı, yoxsa Neftçi boyda dönüş yaranacaq və istənilən nəticəni qazanacaq. Bütün bunları CBC Sportun efirində sizlərə təqdim olunacaq, amma bir qədər sonra. İndi biz də komandalar kimi qısa fasiləyə ayrılırıq. Bizdən ayrılmayın. Bələz futbol sevərlər, diqqətlər Azal Arenadadır. Söhbət Topaz Premyer Liqasının 9-cu turunun açılış maçından Azal Neftçi görüşündən gedir. İlk hissədən sonra meydan sahibləri minimal üstünlük əldə ediblər. Nuqzar Kvirtyanın penaltidən vurduğu gol hələ ki Tərlan Əhmədovun komandasına 3 xalı gətirir. Amma 3 xalı Ürfan təbii ki, əgər ikinci 45 dəqiqədə də Azalın sonunda Azalın üstünlüyü davam edərsə belə olacaq. Amma belə deyil, gəl birinci hissədə baş verənlərə bir daha qısaca nəzər salaq. Azal olduqca gözəl təsir bağışladı. Komanda bir çox hallarda maraqlı hücumlarla yadda qaldı və bu hücumların birində oyunun 24-cü dəqiqəsində, bu barədə bir qədər sonra biz danışacaq. Kamal Qurbanov rəqibinə qarşı qaydanı pozur, Aleksandr Quruliyə qarşı penaltini isə, təyin olunan penaltini isə Nuqzar Kvirtya qola çevirir. Buna qədər Azalın bax bu hücumları var idi. Burada əgər Rahil Məmmədov topa yetişə bilməsəydi, o zaman Aydın Qasımov düşünürəm ki, bir toxunuşla topu qapıdan keçirmiş olardı. Neftçinin birinci hissədə ən fəal futbolçusu Samir Məsimov idi. Bax, onun bu cür keçidləri hər zaman Azal müdafiəsini gərginlikdə saxlayırdı. Daha sonra Neftçinin ifasında Aylton uzaqdan zərbəsinin şahidi olduq və belə demək olar ki, Neftçinin ilk 45 dəqiqə ərzində 2 epizodla yadda qaldı. Sən qeyd etdiyin kimi Şəmsəddin, bu epizod Samir Məsimovun az öncəki epizodu və sonradan Ayltonun uzaqdan zərbəsi və biz həmin o zərbənin təkrarını gördük. Namaşka isə yerində idi və ilk hissədə demək olar Namaşka bir neçə epizodda vaxtında müdaxilələrlə Neftçinin hücumunu zərərsizləşdirirdi. Azal isə daha çox sol cinahdan hücumlar qurmaqla ifadəmizi bir qədər bədiləşdirsək, qolu pişirirdi. Və məhz bu epizodda qayda pozuntusu və hakimin penalti nöqtəsini göstərməsi. Az saylı Neftçi azarkeşləri isə etiraz edirlər. Quruliyə qarşı Kömürlü və Ramil Diniyev Kamal Qurbanovu sarı vərəq ilə cəzalandırır və penalti nöqtəsini göstərir. Ümumilikdə isə ilk hissədə komandalara cəmi 5 sarı vərəqi göstərilir. Bunların ikisi Neftçinin pasivilləri, üçü isə meydan sahiblərinin. Neftçinin heyətində Kamal Qurbanov məhz bu epizoda görə sarı vərəqə ilə cəzalandı. Məncə orada yersiz hərəkət idi və indi bu da qol. Aqil Məmmədov mövqeyi tapsa da, düzgün mövqeyi tullansa da qolun qarşısını ala bilmədi. Və bu vurulan qoldan sonra Nuqzar Kvirtya da sarı vərəq aldı, bunu da qeyd edək. Aqil Məmmədovla mübahisə etdilər. Bu mübahisədə nə ilə bağlı idi? Nuqzar Kvirtya
rəqib komandanın azarkeşləri tərəfinə yaxınlaşaraq onlara işarə ilə susmağı dedi və təbii ki, Aqil Məmmədov öz komandasının azarkeşlərini müdafiə edərək bax beləcə Nubzak Kvirtya ilə üz-üzə gəldilər. Bu isə birinci hissənin statistik göstəriciləridir. Zərbələrə mötərizədə çərçivəyə gedən zərbələrdir. İkinci zərbələrin sayında Azalın üstünlüyünü görürük. Oyundan kənar vəziyyət cəmi bir dəfə birinci 45 dəqiqədə qeydə alınıb. Bu da Neftçinin futbolçusunda. Qayda pozuntusunun demək olar ki, bərabərdir. Yalnız bir halda Azal futbolçusu, Azal komandasının oyuncuları qaydanı daha çox pozublar. Topa faiz nisbəti isə 48-52-yə bərabərdir. Oyunda əsas olansa hesabda Azal öndədir. 1-0, bir daha qeyd edirik. Görüşün 24-cü dəqiqəsində Nubzak Kvirtyanın qolu ilə Azal ikinci 45 dəqiqəyə üstün durumda çıxır. Və Azal indi meydana daxil olur. Azal futbolçuları. Biz hazırda yeganə qolun müəllifini görürdük. Nubzak Kvirtya 24-cü dəqiqədə. Bu isə Elşən Abdullayevdir və sanki Neftçidən yalnız o ikinci hissədə tək başına Azalla mübarizə aparmalı olacaq. Amma yox, təbii ki, bu belə deyil. Lakin bir müşahidimizi qeyd etmək istərdim əziz futbol sevərlər. Fasilədə Elşən Abdullah çox fəal bir şəkildə isimli hərəkətləri edirdi və belə olan halda düşünürük ki, məhz onu meydana buraxacaq Samir Əliyev. Amma bu haçan olacaq? İkinci hissənin lap əvvəlində yoxsa bir qədər vaxt keçdikdən sonra? Və maçın 4-cü hakimi Nail Nağıyev tabloda bu dəyişməni qeyd edəcək. Elşən Abdullayev meydana çıxmağa hazırlaşır. Qəbələ ilə də oyunda bu əvəz etmə var idi Samir Əliyevdə və Elşən Abdullayev meydana çıxdıqdan sonra bir xeyli canlandırmışdı Neftçinin ön xəttəki oyununu. Kimi əvəz edir Elşən Abdullayev? Səhv etmirəmsə, bu Maqamed Qurbanov idi, nömrə 14. Yoxsa Kamal Qurbanov? Xeyr, Kamal Qurbanov oyundadır. Bəli, onda Maqamed Qurbanovdur, nömrə 14. Məhz onun əvəzinə İlşan Abdullayev oyuna daxil oldu. Qəbələ ilə bu turdan öncəki oyunda da eyni dəyişiklik baş vermişdi. İlşan Abdullayev məhz Maqamed Qurbanovun yerinə daxil olmuşdu. Belə olan halda Ruslan Qurbanov hücumun mərkəzinə keçdi. Cinahda isə onun əvəzinə Elşan Abdullayev oynadı. Nömrə 14 meydandan çıxdı. Bir daha bunu qeyd edək. Nömrə 14 meydandan çıxdı. Bu Maqamed Qurbanovdur. Nömrə 8 oyuna daxil olur Elşan Abdullayev. İkinci hissə isə Azal futbolçuları başlayırlar və hakimin fiti, Ramil Dinevin fiti çalındı. Azal yenidən oyuna ikinci hissəyə hücumla başlamaq istəyir. Ötürmə isə qeyri-dəqiq alındı. Out. Hər halda Samir Əliyev hücum xəttində dəyişikliklər etməli idi. Hücum xəttini canlandırmaq lazımdır. Birinci hissədə biz bu barədə kifayət qədər danışdıq İrfan. Komanda ön xəttdəki oyunu ilə heç də yaxşı təsir bağışlamırdı və belə olan halda ikinci hissədə Samir Əliyev meydana Elşan Abdullayev buraxır. O yarım müdafiənin sağ cinahında oynayacaq. Samir Məsimov yarım müdafiənin sol cinahına keçir və Elşan Abdullayev Məhəmməd Qurbanov əvəz edən futbolçu bir daha qeyd edək, meydana yenicə daxil olub və məhz indi onun oyundan yəqin ki, çox şey asılı olacaq. Əgər o cinahında oyunu canlandıra bilsə, Samir Məsimov sol cinahda birinci hissədəki oyunu nümayiş etdirsə, o zaman nə isə alına bilər. Ümumiyyətlə birinci hissədə Neftçinin daha çox sağ cinahdan kəsərli olduğunu şahidi olduq. O da Samir Məsimovun cinahı idi. Sol cinahda isə Ruslan Qurbanov oynayırdı. Onun oyunu isə məncə o qədər də alınmadı. İndi isə Azal futbolçuları özlərinə aid hissədə topu ötürmələrlə Neftçi tərəfə ötürürlər. Və Azal komandası start 11-li ilə oyunu daxil edir. Əgər heyətlər haqqında danışdıqsa, bir daha heyətlərlə tamaşaçılarımızı tanış edək. Azal, qapıda Stanislav Namaşko, Raul Məlikov, Tural Ümbətov, Emin Cəfərquliyev, Qanzav Maqamedov, İlqar Ələkbərov, Tagim Novruzov, Murad Səttarlı, Nubzak Kvirtya, qol müəllifi Aleksandr Quruli, Aydın Qasımov. Bu Azal komandasının heyətidir. Neftçinin heyəti ilə tanış olaq. Aqil Məmmədov, Jairo Rodriguez, Rahil Məmmədov, Aylton Ferreira, Ruslan Qurbanov, Maqamed Qurbanov birinci hissədə start heyətdə yer almışdı, amma o artıq əvəz olundu Elşən Abdullayev tərəfindən. Erik Fabian Ramos, Rəhman Hacıyev, Kaua Cecilio Silva, Samir Məsimov və Kamal Qurbanov Neftçinin heyəti bax belədir. Nubzak Kvirtyanı biz görürük və indi Azal komandası topu özündə saxlayır, topa nəzarət edir, out, meydan sahiblərinin hücumunu davam etməlidir. Quruli outu yerinə yetirmək istəyirdi, amma son anda topu Qanzav Maqamedova buraxdı. Azalın cərimə meydançasına doğru asma ötürməsi və burada zərbə alınmadı. Azalın hücumu istədiyi kimi alınmır. Murad Səttarlının akrobatik zərbə ilə vurmaq istəyi baş tutmur.
Topu isə Kamal Qurbanov outdan yerinə yetirəcək. Kimə baxır? Ötürdü Elşən Abdullayev, heç top gəlib çatmadı. Erik Ramos, Rəhman Hacıyev ona qarşı kobud oynuyor. Taqım Novruzov. Fasilədə Ürfan tamaşaçılarımıza bu barədə məlumat verək. Zədəli Araz Abdullayevi gördü, yanımızdan keçdi və ona Allahdan şəfa dilədi. Qeyd elədi ki, meydanda onun yeri görünür. Araz Abdullayev isə gülümsəyərək bizə bildirdi ki, özüm artıq istəyirəm tez bir zamanda sağalım, qayıdım və komandaya kömək edim. Hər halda onun yoxluğu özünü göstərir. Kapitanın yoxluğu təbii ki, birbaşa oyuna təsir edir. Bir daha xatladaq ki, Araz Abdullayev yoxluğunda kapitan sarğısını Neftçidə Aqil Məmmədov daşıyır. Bayaq sarı vərəqələrdən danışmışdıq. Neftçinin heyətində 2 sarı vərəqə var. Kamal Qurbanov həmin o penalti epizoduna görə, daha sonrası Ailton hakimə etiraz etdiyinə görə Ramil Dineyev əlini cibinə atmışdı. Meydan sahiblərinin heyətində isə 3 sarı vərəqə var. Kvirtyev, Rahim Məlikov və Taqim Novruzov sarı vərəqə ilə cəzalanır. Və bir maraqlı məqam da sarı vərəqələrin bir neçəsi məhz hakimlə mübahisə etdikləri çox futbolçulara göstərilib. Bu da maraqlı bir faktdır oyunla bağlı. Ramos indi risk verir geriyə. Komandanın qalkiperi Aqil Məmmədovla oynayır. Aqil Məmmədov isə ünvansız bir şəkildə topu irəliyə göndərir və top düz demək olar ki, bizim yanımıza qədər gəlib çıxar. Hakimlərdən söz düşmüşkən istərdim azarkeşlərə hakimlər haqqında məlumat verim. Oyunun baş hakimi Ramil Diniyevdir. Onu isə bu işdə Elman Musayev və Rahil Ramazanov kömək edir. 4-cü hakim Nail Nağıyevdir. Azal futbolçuları outdan top oyuna daxil edirlər. Erik Ramos, Elşən Abdullayevə qarşı çox kobud oyun. Və bu hərəkətinə görə Emin Cəfər Quliyev Elşən Abdullayevə üzrxahlıq edir. Erik Ramos cərimə zərbəsini yerinə yetirəcək. Ötürmə Rodriguez, 3 nömrəli futbolçu Rahil. İrəliyə doğru ötürmə və burada Ruslan Qurbanov topa çata biləcəkmi? Amma Namaşko vaxtında qapıdan çıxaraq bu təhlükənin qarşısını alır. Burada isə Murad Səttarlıya qarşı kobudluq yox idi. Hakim davam işarəsi verir. Outdan topu Neftçi futbolçuları yerinə yetirdilər. Taqim Novruzov sərt oynasa da hakim Azalın aktivinə cərimə zərbəsi təyin edir. Bugün Topaz Premyer Liqasında 9-cu tura start verilir. İlk oyun günündə bir maç nəzərdə tutulub və həmin oyun CBC Sportun canlı efirində təqdim olunur. Azal Neftçi görüşündə hazırda 50-ci dəqiqə gedir. 8-ci tura istərdim Şəmsəddin nəzər salaq. 8-ci turda Xəzər Lənkəran öz meydanında Azalla oynadı və 3-1 hesabı ilə qələbə qazandı. Neftçi isə öz meydanında Qəbələyə minimal hesabla məğlub oldu. Daha sonra Qarabağ Zirənə 4-1 hesablı üstünlük əldə etdi öz meydanında yenə də. Sumqayıt Inter görüşü 1-1 başa çatdı. Rəvan Kəpəz qarşılaşması isə qonaqların 2-0 hesablı qələbəsi ilə bitdi. Hazırda isə Azal futbolçularından İlqar Ələkbərov zədə almışdı, amma hakim həkimlərin müdaxiləsinə ehtiyac görmədi. 8-ci tur haqqında xəbər verdi. Bugün isə 9-cu tura start verilir və Azal Neftçini qəbul edir. Tura sabah keçiriləcək 2 oyunla tur davam edəcək. Belə ki, sabah Kəpəz Xəzər Lənkəranı qəbul edəcək. Bu da maraqlı gözlənilən oyundur. Və daha bir görüş Inter-Rəvan matçı olacaq. Və tura oktyabrın 25-də yekun vurulmalıdır. Sumqayıt Qarabağ Qəbələ Zirə maçları ilə. Sadaladığın oyunlar arasında mərkəzi qarşılaşma da hesab etmək olar Qəbələ Zirə oyunu. Çünki bu iki komanda 2-ci və 3-cü yerləri bölüşürlər turnir cədvəlində. Hər halda Zirə üçün təqvim bir qədər çətin gəldi. Bundan öncə Qarabağla görüşdülər. Çox ağır bir məğlubiyyət aldılar, amma Çempionlar Ölkə Kubokunun hazırki sahibi ilə oyunda çəkinmədilər. Mübariz bir futbol nümayiş etdirdilər. Maraqlıdır görəsən Qəbələ ilə oyunda hansı futbol göstərəcəklər Zirə komandasının oyuncuları. Və bir məqamı qeyd etmək istəyirəm. Bu dəfə ehtiyatı əsas tutub müdafiədən oyunu quracaqlar, yoxsa hələ Qarabağla oynadığı açıq futbol üstünlüyü verəcək Zirə komandası? Və Zirənin vurduğu yeganə qolu xatırlatmaq istərdim. İvanovçun vurduğu qolu idi. Komanda çox gözəl kombinasiya quraraq tək toxunuşlu ötürmələrlə Qarabağın qapısına yol tapa bilmişlər. Hazırda ölkə çempionatına 20 xalla Qarabağ başçılıq edir. Qəbələ 1 xal az toplayıb və 2-ci yerdədir. Zirə isə haqqında bəhs etdiyimiz bu komanda liderdən 5 xal geri qalır. Neftçinin 9 xalı var. Azalın xal ehtiyatı isə 4-dür. Neftçi 6-cı yerdədir. Azal 9-cu mövqeyini tutur.
Ümumiyyətlə, ötən tur baş məşqçi istifası ilə də yadda qaldı Şəmsəddin. Revan Kəpəz görüşündən gedir söhbət. Doğma meydanda 0-2 hesabı ilə məğlub olan Revan baş məşqçi Emin Quliyevlə yollarını ayırdı. Bundan əlavə biz Neftçinin baş məşqçisi Samir Əliyevin də istifasından danışmışdıq, amma Neftçi klubunun müşahidə şurası onun bu istifasını qəbul etmədi. Turun yadda qalan məqamlarından biri də bu idi. Sözsüz, əgər məşqçi istefalarına söhbət açıldısa, Sumqayıt komandası da artıq yeni məşqçi ilə mübarizəni davam edir. Samir Abbasov gənc məşqçimiz Aqil Məmmədov əvəz etdi və hazırda Neftçinin təhlükəli hücumu ola bilər. Samir Məsimov sol cinahdan hücum qurmaq istəyir. Kaunun zərbəsi və burada Azal futbolçuları zərbənin qarşısını alırlar və topun Namaşqaya gəlib çatmasına imkan vermirlər. Burada isə Rodriguez ikinci mərtəbədə inamlı oynayır. Aydın Qasımov tək başına 2 Neftçili müdafiəçi ilə mübarizə aparmalı oldu və bu mübarizədən məğlub ayrıldı. İkinci hissədə Neftçi daha fəaldır və daha çox mərkəzdən və sol cinahdan hücumlar qurmağa çalışırlar və burada Ruslan Qurbanova ötürmə alınmadı. Kao idi. Yaxşı fikirləşmişdi, amma sonadək tapşırığın ötəsinə gələ bilmədi və Kamal Qurbanov indi sağ cinahdan müdafiədən topu oğurlayaraq hücum qurmaq istəyir və yenidən Neftçinin hücumu alınır. İndi isə hücum növbəsi meydan sahiblərinin tərəfindədir. Quruli sol cinahdan Erik Ramosla mübarizədən, daha doğrusu Kamal Qurbanovla mübarizədən qalib ayrıldı. Fikir verirsənsə Şəmsəddin, oyun daha çox cərimə meydançasına daxil olmadan, yəni həm mərkəzdə, həm də mərkəz dairəsindən bir qədər kənarda gedir. Hücumlar növbəli şəkildədir və burada hakim qayda pozuntusu qeydə alır. Ramil Diniyev Azal futbolçusunun kobud oynadığını bildirir. Epizodun təkrarını izləyirik və burada qayda pozuntusu var idi. 2 nəfərdən, yoxsa bir nəfərdən düşünürəm ki, bir nəfərdən ibarət canlı səhv qurulacaq, yoxsa xeyr, Nuqzak Virsə yenidən qayıdır və 2 nəfərdən ibarət canlı səhv qurulur Azal komandasının Onun yanında isə Taqim Novruzov. Stanislav Namaşko tərəfindən. Topun arxasında isə Rəhman Hacıyevdir. Və Neftçinin daha çox cərimə zərbələrini məhz Rəhman Hacıyev yerinə yetirir. Bu dəfə sol cinahdan. Bir maraqlı məqamda Aydın Qasımov da hücum xəttində olan Azalın futbolçusu indi geriyə çəkilərək müdafiəçilərinə yardımcı olacaq. Hakim isə İlqar Ələkbərovu yanına çağırır. Eləcə də Kauvaya, hər ikisinə şifahi xəbərdarlıq edir. Və sakit oynamağı məsləhət görür. Cərimə meydançasında mövqe uğrunda mübarizə apararkən futbolçular bir qədər sərtliyə yol verib və hakim bu cür sərt oyuna qarşı çıxaraq və Namaşko bir yerindədir. qədər sakit olmağı. Fikir verdinsə orada Rodriguez Namaşkoya mane olmaq istədi. Kəskin əks hücumun qarşısını almaq niyyəti ilə. Samir Əliyev hazırda fikir verirsənsə Urfanı artıq texniki zonada tərk edib və az qala meydana da daxil olacaqdı və qışqıraraq futbolçularına çox kəskin bir şəkildə öz iradlarını bildirir. Ona aid hissəni tərk edən Samir Əliyevə 4-cü hakim Nail Nağıyev yaxınlaşaraq sakitləşməyini istəyir. Nail Məmmədov ötürmə alınmadı. Elşən Abdullayevə ötürmə alınmır. Rəhman Hacıyev meydan mərkəzində sürətlə irəliləyir. Samir Məsimovla oynaya bilər. Samir Məsimov sol cinahdan hücum qurmaq istəyir. Qarşısında Vanzav Magomedov var idi, amma hələ ki top Neftçi futbolçularındadır, amma son anda İlqar Ələkbərov kritik müdaxilə ilə topu alır. Amma hücum növbəsi yenidən Neftçidədir. Ötürmə Ruslan Qurbanov və gol! Ruslan Qurbanov tablodakı rəqəmləri eyniləşdirir və azarkeşlərə doğru qaçaraq sevincini bu cür bölüşür. 57-ci dəqiqədə Ruslan Qurbanov Neftçinin bərabərlik qoluna imza atır və Stanislav Namaşkonu bizə əbəs yerə göstərmirlər. Yenidən onun səhvi, çünki qapçı çıxışda bu cür oynamamalıdır. Bir daha izləyək. Ötürməni xüsusi qeyd etmək lazımdır. Və Ruslan Qurbanov burada Emin Cəfərquliyevin bir qədər ehtiyatsızlığı xüsusi vurğulamalıyıq. Məncə Ruslan Qurbanov boş buraxmamalıydı. Boş buraxdı və bu da nəticəsi. 1-1. Və epizodun təkrarında bir sual maraq doğurur. Əgər qapını tərk etdinsə, qapçı nədən sona qədər çıxmısan bu topa?
tərəddüd etdi. Öncə irəli getdi, sonra ayaq saxladı və belə olan halda mövqeyini də itirdi. Nəticədə Ruslan Qurbanova şərait yaratdı ki, futbolçu bir toxunuşla başla topu qapıdan keçirərək hesabı bərabərləşdirsin. Azal Neftçi görüşündə hesab bərabərləşir. 1-1 mübarizə davam edir. Görüşün 58-ci dəqiqəsi gelir. Qoldan ruhlanan Neftçi artıq ikinci qol vurmaq istəyir görünür. Və gün zərbəsini yerinə yetirir Neftçi futbolçuları. Zərbə və Namaşko yerindədir. Hücuma qoşulan Rahil Məmmədov zərbəsi idi bu. Top hələ də Neftçi futbolçularında idi, amma Namaşko qapıdan çıxaraq topu ələ keçirir. Magomed Qurbanovun meydanı tərk etdiyindən sonra İşan Abdullayevin oyuna daxil olduğundan çox fəal qoşulub oyuna. Sonra biz görürük ki, Neftçinin hücum xəttindəki oyunu canlanıb və Ruslan Qurbanovun əsl yeri görünür hücumun mərkəzindədir, cinahında yox. Məhz qolun müəllifi Ruslan Qurbanov bu epizodda qaydanı pozur. Agim Novruzov kimdən oynayacaq? Və Namaşkoya top gəlir. Namaşko isə topu qüvvətli zərbə ilə Neftçinin qapısına doğru ötürür. Yəqin ki, bu uca səslə deyilən sözü tamaşaçılarımız da eşidirlər. Xeyr, bu azarkeş deyil, bu Neftçi komandasının baş məşqçisi Samir Əliyevdir və o sıx deyərək futbolçulardan müraciət edir. Düşünürəm ki, ön xəttdə olan futbolçularına pressingin tətbiq edilməsini bu cür şəkildə israrla tələb edir Samir Əliyev. Və qol epizodunda Samir Əliyevin sevinməyi 4-cü hakim Nail Nağıyevin gözündən yayınmadı və Samir Əliyevə sakitləşməyini, bu dəfə sevincindən irəli gələn sakitləşməyini tələb edir. Təbii ki, emosiyaları cılovlamaq çox çətin olur. Əsasən də bu cür vəziyyətlərdə. Tərlan Əhmədova gəlincə isə çox sakit bir şəkildə, ümumən heç kimlə danışmaq istəmir. Çox tez-tez Tərlan Əhmədov sanki gezişərək bu oyunu izləyir. Topun meydanın hansı hissəsində olmasından fərqli olmayaraq Tərlan Əhmədov yavaş-yavaş texniki zonda gezişərək bu oyunu izləyir. Rəhman Hacıyev ötürmə, Kamal Qurbanov. Ruslan Qurbanov ikinci qola çox yaxındır. Zərbəyə yaxın idi. Amma son anda Azal futbolçuları Rahil Məlikov vaxtında kritik müdaxilə edərək Neftçinin fərqlənməsində mane olur. Burada isə Ruslan Qurbanovla Azal futbolçusu arasında narazılıq. Tural Hümbətov arasında gərgin anlar yaşanır. Səhv etmirəmsə bu oydu. Üzr istəyirəm. Bəli, Tural Hümbətovla 3 nömrəli futbolçuyla Ruslan Qurbanov arasında bax belə gərgin anlar yaşanır. Bu isə bir qədər əvvəlki epizod Ruslan Qurbanovun irəliləməsi və Rahil Məlikovla toqquşması. Və bu həmin epizod. Mübahisə yaranmayan epizod. Amma Rahil Məlikov Emin Cəfərquliyev də görünür həmin epizodda. Tural Hümbətova mənə gəlir ki, qıcıqlandıran məqam o idi ki, Ruslan Qurbanov bu epizodda penalti tələb edirdi, amma meydanda hakim var və onun hər hansı bir qərarına müdaxilə etmək olmaz. Üstəgəl əgər həmin qərar sənin tərəfinə verilibsə, yəni sən istədiyin bir qərardır. Vəziyyəti niyə gərginləşdirmək lazımdır? Gənc Tural Hümbətov bu cür vəziyyətlərdə gərək özünü cılovlamalıdır. Ən əsası Rahil Məlikova baxıb, özünü bax bu cür aparmalıdır. Qoldan sonra isə Neftçi futbolçuları daha da ruhlanıblar. Məhz son dəqiqələrdə qurduqları hücum bunu deməyə əsas verir. Və qeyd edək ki, Neftçinin də hücumları daha çox sol cinahdandır və burada Samir Məsimov amili mühüm rol oynayır. Elşən Abdullayevin bayaq sən qeyd etdiyin kimi oyuna daxil olmağı, belə deyək, oyunda canlanmaya səbəb olub. Namaşko tələsmir. İlk hissədə biz gördük ki, 1-0 hesabı ilə öndə olanda Azalın qapıcısı topu oyuna daxil edərkən yubanırdı, amma bir-birdə görünür artıq belə etmək lazım deyil və burada hakim Ramil Diniyev Azal futbolçunun qaydanı pozduğunu bildirir Samir Məsimova qarşı. Ürfan, mən indi hər iki komandanın məşqçilərinə baxıram və bunu da qeyd etməliyik ki, vaxtıyla meydanda bir komanda niyyətində, Azərbaycan İdman komandası niyyətində çiyin-çiyinə mübarizə aparan bu iki insan bu dəfə məşqçi karyerasını başladıqdan sonra artıq əks düşərgələrdə rəqiblər bir-birlərinə. Xatırlayırsınızsa, bu yaxınlarda İdman komandamız Avropa çempionatı seçmə mərhələ oyunları çərçivəsində iştirakini başa vurdu və həmin son oyunlardan
biri İtaliya ilə doğma meydanda keçirdiyimiz oktyabrın 10-dakı görüş idi. Həmin görüşdən öncə CBC Sport telekanalı xüsusi bir buraxılışlar hazırlamışdı. İtaliyanın ikinci gəlişi idi bu Bakıya. Birinci gəlişi 2002-ci ilin sentyabrın 7-sinə təsadüf etmişdi və həmin oyunda məhz Samir Əliyev və Tərlan Əhmədov da yığma komandamız heyətində mübarizə aparırdılar və çox gözəl oyunla yadda qalmışdılar. Əsasən də Samir Əliyev. Baxmayaraq ki, amma bir məqamı da qeyd edə bilərdim ki, Tərlan Əhmədov həmin oyunda yadda qalmışdı. Baxmayaraq ki, bu avtogol idi. Avtogola imza atsa da bir neçə məqamda qapımıza vurulan qolun qarşısında kəsmişdi Tərlan Əhmədov. Yəni, dediyim həmin oyunda iştirak edən Azərbaycan yığma komandasının bütün heyətinə baxdıqda hamı hazırda məşqçilik karyerasıyla məşğuldur. Bax, bu məqamda çox maraqlıdır. Neftçi komandası Tərlan Əhmədova doğma komandadır. Vaxtilə Neftçinin Avroliqadakı debütü və futbol tariximizə bir ilki imza atmağı məhz Tərlan Əhmədovun da həmin klubda işlədiyi bir ərəfəyə düşmüşdü. Neftçi isə yenidən Azalı qapıya doğru sıxmağa davam edir. Bax, beləcə qayıtdıq yenidən Azal Neftçi görüşünə. Tarixə bir ekskurs yekunlaşdı və biz yenidən Topaz Premyer Liqasının 9-cu turunda keçirilən turun ilk maçında Azal Neftçi oyunundayıq. Azal Arenada bu görüş keçilir və elə ki hesab 1-1-dir. 24-cü dəqiqədə Nuqzar Klirçə penaltidən, 58-ci dəqiqədə isə səhv etmirəmsə məhz bu dəqiqədə Ruslan Qurbanov, 57-ci dəqiqədə isə Ruslan Qurbanov fərqləndi və beləcə hesab 1-1 oldu. Azal Neftçi oyunundan düşmüşkən mən istərdim bir qədər rəqəmlərə nəzər salaq Şəmsəddin. Ümumilikdə bu komandaların bu günədək, yəni məhz bu oyunadək keçirdiyi oyunlardan danışıram. 26 dəfə qarşılaşıblar, 5 dəfə Azal qalib gəlib, 8 dəfə heç-heçə qeydə alınıb, 13 dəfə isə sevinən tərəf məhz Neftçi olub. Top fərqlərində isə 21-43 nisbəti var flaqmanın xeyrinə. Vanzav Maqamedova qarşı burada kobud oyun var idi Ayıltın tərəfindən. Ayıltın çox səliqəli olmalıdır. Çünki onun bir sarı vərəqəsi var. Xatırlayırsansa Ürfan birinci hissədə hakimin qərarına qarşı kəskin bir şəkildə etiraz bildirdiyi üçün sarı vərəqə almışdı. Burada isə kobud bir oyuna yol verdi və bu epizodda da hakim əlini cibinə ata bilərdi. Amma Ramil Diniyev, görüşün baş hakimi məhz odur, bunu etmədi və Vanzav Maqamedov indi meydandan kənarda yəqin ki Azal komandasının tibbi personalının gəlişini gözləyir. Çünki biz görürük ki, bu epizodlarda futbolçu ayağını tutub və çox səbirsizliklə zənnimcə indi o ilk tibbi yardımı gözləyir. Aqil Məmmədov Azalın ötürdüyü topu ələ keçirir. Bir qədər səliqəsiz olsa da. Burada isə Rəhman Hacıyev topu itirdi. Erik Ramos hücumun cinahını mərkəzə doğru dəyişir. Ruslan Qurbanov kimə ötürəcək topu? Elşən Abdullayev sağ cinahdan zərbə vurmağa çox yaxın oldu, amma son anda bu istəyini reallaşdıra bilmədi. Oyun isə meydanın sağ cinahında davam edir. Top Azal futbolçularındadır və Kamal Qurbanov mövqeyini tərk edib hücuma qoşulmuşdu və bu epizodda müdaxilə edərək topu alta çıxarır. Murad Səttarlı bu arada çox gözəl oynadı. Hazırda Emin Cəfərquliyev Azalın heyətində 6 yerinə yetirməlidir. Elə Murad Səttarlı ilə də oynaya bilər. Amma Emin Cəfərquliyev gözləyir və Quruliyə topu göndərir. Aydın Qasımov topu itirir və yenidən qonaq komandanın futbolçuları topu qazanırlar. Ruslan Qurbanov ikinci hissədə çox fəaldır. Qapı qarşısına ötürməsi isə dəqiq alınmır. Samir Məsimov istiqamətində bu ötürmə nəzərdə tutulmuşdu. Bir qədər də tələsdik. Qazan Maqamedov artıq meydana dönüb və komandalar bərabər heyətlə oyunu davam edirlər. Operatorlar isə bizi 4-cü hakimi göstərdi. Bu da əbəs deyildi. Samir Əliyevin yenə də emosiyalarına sahib çıxmadı və operatorların gözündən yayınmadı. Ramos, Ayıltın, Samir Məsimov rəqibini aldırmağa çalışdı, alınmadı. Top Neftçidə qalacaq. Ramos, Kaue, Rəhman Hacıyev, Elşən Abdullayev ötürməsi Kaue'yə qarşı. Kaue uzaqdan zərbə vurmaq olardı, amma son anda ötürməni Elşən Abdullayev edir. Elşən Abdullayev isə ötürməsi qeyri-dəqiqdir, amma buna baxmayaraq top hələ meydandadır və yalnız indi qapıcından başqa topu oyuna daxil edəcək. Açığı bu epizodda Elşən Abdullayevin ötürməsi yaxşı düşünülmüşdü. Sadəcə onun bu ötürməsini Kamal Qurbanov başa düşmədi. Gənc futbolçu görünür
öz əsəblərini elə də cilovlaya bilmir, komandasının futbolçularını anlamır, başa düşmür. Yeri gəlmişkən məhz onun qayda pozuntusundan sonra Neftçinin qapısına penalti təyin edilmişdi və o bu epizodun sonunda sarı vərəqə qarşısında görmüşdü. Bunu da qeyd edək. Azal sağ cinahdan hücum qurmaq istəyi alınmır və burada hakim Azal futbolçularının qaydanı pozduğunu qeyd edir. Ailton, Erik Ramos mərkəzdə kim ötürəcəyinə baxır və indi Rəhman Hacıyev topu düzgün qəbul etmir və bu anda İlqar Ələkbərov topu ondan oğurluyur. Rahim Məlikovun ötürməsi sağ cinaha. Quruli. Bilmə. İlqar Ələkbərov. Murad Səttarlıya ötürmə, amma Murad Səttarlı sol cinaha hücum edir. Ötürmə. Emin'dən asma və burada Rodriguez vaxtında müdaxilə edir. Kamal Qurbanov isə topu uzaqlaşdırır, amma Tagim Novruzov. Top hələ Azad futbolçularında idi, amma yalnız indi Tagim Novruzovdan top out xəttindən bayra çıxır. Ailton outdan top oyuna daxil edəcək. Kim ötürəcəyinə baxır, Kauya ötürmə və qeyri-dəqiq zərbə. Məncə bu epizoda buna ehtiyac yox idi. Çox uğursuz bir şəkildə altı yerinə yetirdilər. Neftçi komandasının futbolçuları demək olar ki, topu rəqibə bağışladılar. İndi gəl görək Hürfan meydan sahibləri altdan o topu oyuna necə daxil edəcəklər. Daha səliqəli, daha dəqiq şəkildə və beləcə topu üzərində saxladılar. Burada isə qayda pozulur Tagim Novruzova qarşı və qayda pozuntusu qeydə alınır. Kao qaydanı pozan futbolçu idi. Bax, bu epizodun təkrarı sözsüz açıq-aşkar burada topa deyil, ayağa zərbə var idi və dərhalda cərimə zərbəsini yerinə yetirdilər və bu cərimə zərbəsinin sonunda künc zərbəsini vurmaq hüququ qazandılar. Aydın Qasımova top gəlib çatmadı. Bəlkə də çatsaydı nələrin baş verəcəyini bizə də maraqlı olardı. İndi isə Azal futbolçuları gün zərbəsini yerinə yetirəcək. Daha doğrusu Kvirtiya topa yaxınlaşır. Ötürmə Tagim Novruzov. Kvirtiya asma. Məncə qeyri-dəqiq. Bəli, qeyri-dəqiqdir. Ötürmə oldu. Aqil Məmmədov tələsir. Komandası 1-1 hesabı onu qane etmir. Neftçi qələbə üçün oynayır bu oyunda. Rodriguez. Ötürmə Ailton. Yenidən Rodriguez ilə oynayır. Rəhman Hacıyev mərkəzdə irəliyir. Samir Məsimova ötürmə alınmır. Samir Məsimova ötürmə alınmır. Rail Məlikov bu ötürmənin qarşısını alır. Out. Ailton. Ön xəttə boş mövqedə olan futbolçu yoxdur. Yalnız indi Kauə boş mövqeyə açılır və dərhalda topu qəbul edir. Eşan Abdullayev, Kauə topu Ramos üçün saxlayır. Ramos, Samir Məsimov deyil, bu Rəhman Hacıyevdir. Düşündüm ki, Samir Məsimovla oynayacaq. Və növbəti sarı vərəqə Rəhman Hacıyev. Neftçi niyyətində də növbəti 3-cü sarı vərəqə. Artıq sarı vərəqələrin sayı bərabərdir. Qvanzav Maqamedova qarşı yenidən kobud oyun var. İkinci hissədə bir neçə dəfə Qvanzav Maqamedova qarşı bax bu cür sərt oyunun şahidi oluruq. Baş hakim Ramil Dinev isə həkimlərin müdaxiləsinə ehtiyac görür. Epizodun təkrarına baxırıq. Topu təhlükəli mövqedən uzaqlaşdırarkən Qvanzav Maqamedov bax bu cür ağır bir zədə alır. Amma Rəhman Hacıyev da burada düşünürəm ki, günahlandırmaq lazım deyil. Artıq sürüşmə fənnini yerinə yetirmişdi və ayağını rəqibin ayağı üzərindən yığışdırmaq ona çox çətin idi. Hakim isə onu cəzalandırır və sarı vərəqə ilə mükafatlandırır. Dırnaq arası mükafatdır bu, təbii ki. Və indi Rahil Məlikov topun arxasındadır. Cərimə zərbəsini yerinə yetirəcək. Qüvvətli zərbə ilə topu irəliyə göndərir, amma burada Aydın Qasımovdan başqa heç bir kəs yoxdur və Aqil Məmmədov topu tutur. Kim ötürəcəyinə baxır? Rahil Məmmədov. Kimlə oynayacaq Rahil Məmmədov? Elşən Abdullayev ilə oynamaq istəyi Azal futbolçuları tərəfindən qarşı alınır. Kamal Qurbanov. Və deyəsən elə meydana çıxacaq Məqsəd İsayev onu əvəz edəcək. Düşünürəm ki, məhz belə olacaq, amma yox. Xeyr, Samir Məsimov. Samir Məsimovun əvəzinə maçın 72-ci dəqiqəsində Məqsəd İsayev daxil olur. Gənc futbolçunun əvəzinə daha bir gənc futbolçu.
21 nömrəli futbolçunun əvəzinə meydana 27 nömrəli oyuncu daxil olur. Məqsəd İsayev böyük ehtimal elə Samirin sol cinahdakı mövqeyini tutacaq, amma yox. Elşən Abdullayev həmin mövqeyi keçir və Məqsəd İsayevi biz yarım müdafiənin sağ cinahında görürük. Bax, belə oyuncu dəyişiklikləri meydanda oyuncuların mövqeyi bax belə dəyişilir və indi Neftçi hücumdadır. Elşən Abdullayevin dərhal sol cinahlı hücuma qoşulması təhlükə yaradır. Təhlükə ilə soğuşmayıb, daha bir zərbə Kaua indirdi. Top müdafiəçiyə deyərək geri qayıtdı. Çox gərgin anlar yaşanır Azalın qapısı qarşısında bu dəqiqələrdə. Top isə Azal futbolçularından out xəttindən meydanı tərk edir. Məni isə Şəmsəddin bir sual maraqlandırır. Görəsən biz bugün Cavid İmamverdiyevi bu oyunda görə biləcəyikmi? Ola bilər elə istənilən formada deyil Cavid İmamverdiyev, amma təbii ki onun gəlişi Neftçinin hücum xəttini bir xeyli gücləndirəcək, buna şübhə etmirəm. Elə isə out'u Neftçi komandasının futbolçuları yerinə yetirirlər. Kaua. Hücumlar isə daha çox sol cinahdan qurulur və növbəti dəfə Azal futbolçuları topu uzaqlaşdırarkən, Neftçi hücum qurarkən topu uzaqlaşdırırlar. Kaua. Elşən Abdullayevlə oynaya bilərdi, amma bir qədər geriyə. Erik Ramos, Rəhman Hacıyev, Camal Qurbanov boşluqda zərbə və Namaşkov bu dəfə Erik Ramosun. Xeyr, bu Rəhman Hacıyevidir. Rəhman Hacıyevin zərbəsinin qarşısını alır. Epizodun təkrarını izləyək. Çox gözəl bir zərbə alındı. Namaşkov bu dəfə səhvsiz oynadı, amma Neftçinin qol epizodunda Namaşkovun da səhvi var idi. Namaşko demək olar Rəhman Hacıyevin fikirlərini oxudu və onun zərbəni hara vuracağını sanki öncədən bilirdi. Neftçinin vurduğu qola bənzər bir ötürmə, amma bu dəfə Ruslan Qurbanovu Azal futbolçuları bağlaya bilmişlər. Rahil Məmmədov, mərkəzdə Erik Ramos. Ötürmə Ruslan Qurbanova, Rəhman Hacıyev sağ cinahını oynuyor. Camal Qurbanov, Asma və Namaşko yerindədir. Baxmayaraq ki, topu sonradan itirdi, amma kontrolü əlindədir. Bir daha bu epizodu izləyək. Burada maraqlı bir məqam odur ki, zərbə anında Kaua'nın top rəqib futbolçuya deyil, görüşün baş hakimi Ramil Diniyeva deyərək geri qayıdır. Təşəkkür edirik efir rejissorumuza bu təkrar görüntüyə görə. Çünki hadisələr elə sürətlə inkişaf edirdi ki, düşünürdüm ki, top Azal komandasının oyuncusuna deyərək Kaua'nın zərbəsindən sonra geri döndü. Amma yox, epizodu təkrarında biz açıq-aşkar gördük ki, top Ramil Diniyeva deyərək geri dönür. Mənə gəlir ki, bu hər halda oyunun protokolunda öz əksini tapacaq. Daha doğrusu hakimlərə qiymət verən şəxsin protokolunda. Ramil Diniyev isə cərimə zərbəsi təyin edir. Qayda pozuntusunu daha doğrusu qeydə alır. Elşən Abdullayev. Neftçi bu dəfə də, yəni iki əvəzləmədən sonra yenə də sol cinahdan hücum qurmağa cəhd edir. Məqsəd İsayev hələ ki demək olar oyunda o qədər də görünmür. Məhz indi o oyuna müdaxilə edir. Rəhman Hacıyevdən daha bir zərbə, bu dəfə top çərçivəni görmür. Zənnimcə bu bir tapşırıqdır Rəhman Hacıyeva ikinci hissədə. Çünki biz artıq bir neçə dəfə gördük ki, imkan düşən kimi Rəhman Hacıyev uzaq məsafələrdən qapıya zərbə indirir. Bəlkə də bu Samir Əliyevin tapşırığıdır. Çünki birinci hissədə Rəhman Hacıyevin bu cür zərbələrinin şahidi biz olmadıq. Amma etiraf edək ki, birinci hissədə bu cür imkanlar da yox idi. Tərlan Əhmədov, o da artıq oyuncu dəyişikliyini yerinə yetirməyə hazırlaşır. Meydana səhv etmirəmsə Məhəmməd Bədəlbəyli çıxmalıdır. 19 nömrəli futbolçu. Bəli, belə də olur, amma o kimi əvəz edəcək? Aydın Qasımovun yerinə mi meydana daxil olacaq, yoxsa risk edib Tərlan Əhmədov oyunu iki hücumçu ilə davam edəcək? Bunu bir qədər sonra biz biləcəyik. Yəni, isə Kaua topu Neftçi üçün qazanır. Rəhman Hacıyeva ötürür. Rəhman Hacıyev sürət yığır. Ruslan Qurbanov yanında var. Onunla oynayır Rəhman Hacıyev. Ruslan Qurbanov çox uğursuz bir şəkildə Rahil Məlikov topu qəbul edir. Vaxtında müdaxilə edərək Ruslan Qurbanovun hücumu qurmağına imkan vermir. 19 nömrəli futbolçu Azalın heyətində meydana daxil olmağa hazırlaşır. Amma o kimi əvəz edəcək, indi biz biləcəyik. Məhz indi Ramil Diniyev əvəz etməyə icazə verir. Kimi əvəzləyəcək? Hələ ki tabloda rəqəm görünmür. 9 nömrəli futbolçu Aydın Qasımov, bəli, ehtimal etdiyimiz kimi Ürfan məhz o meydanı tərk edir, risk etmir Tərlan Əhmədov və bir hücumçunu digər hücumçu ilə əvəzləyir. Amma ümumilikdə ikinci hissədə Aydın Qasımovun
Elə də fəal olduğunu deyə bilmərik. Baxmayaraq ki, ilk hissədə o daha fəal idi. Görək əvəzətmədən sonra Azal nə cür təsir bağışlayacaq. Rahil Məlikov topu oyuna daxil edəcək. Neftçinin cərimə meydançasına doğru ötürmə və Rodriguez burada müdaxilə edir. Quruli. Murad Səttarlı ötürmə. Məhz indicə oyuna daxil olan Məhəmməd topu itirdi amma yenə də almaq istədi, amma burada Neftçi futbolçular topu uğurlayırlar. Rəhman Hacıyev əks hücum qurmaq istəyi baş tutmur. Kamal Qurbanov topu outdan oyuna daxil edəcək. Kiminlə oynayacaq o? Məqsəd İsayev boşluq axtarır, amma Ruslan Qurbanovla oynadı. Ruslan Qurbanov və burada İlqar Ələkbərov topu Ruslan Qurbanovdan ala bilir. Out. Daha dəqiq desək, komandası üçün sadəcə qazanır. Çünki top sonunda rəqib futbolçudan yan xətti tərk edir və buna şərait yaratdı məhz Azalın 14 nömrəli futbolçusu. Emin Cəfərquliyev idi out'u yerinə yetirən. İndi isə Neftçinin hücum qurmaq şansı var. Rəhman Hacıyev, Tagim Novruzov topu Neftçidən ala bilir və Kamal Qurbanovdan müdaxilə var idi. Top isə hələ də Azal futbolçularındadır. Quruli, Asma cərimə meydançasına doğru və burada top düz Aqil Məmmədovacan gəlib çatır. Jar Rodriguez burada topa nədənsə toxunmağa çalışdı, amma belə olan halda istisna deyildi ki, topu öz qapısından da keçirə bilərdi. Yaxşı hər şey bitdi bu hücumun sonunda Neftçi üçün və indi Neftçi gəlin görək hansı hücum quracaq və nə ilə yadda qalacaq. Məqsəd İsayev Emini keçir, ötürmə sağ tərəfə. Kamal Qurbanovdan Asma. Top hələ də Neftçi futbolçularındadır. Erik Ramos, Rəhman Hacıyev, Erik Ramos. Topu Ailtona ötürür. Ailton çox qəşəng hərəkətlər, amma və Neftçi fərqlənə bilər. Məqsəd İsayev oyuna daxil olduğu dəqiqələr ərzində ən təhlükəli epizodu yarada bilir. İki cəhət hər ikisində qapıya zərbə endirən futbolçu Məqsəd İsayev olur. Burada top müdafiəçi Emin Cəfərquliyeva deyir. Təkrar zərbəsi isə dəqiq alınmır. Top qapının üstündən aşaraq meydanı tərk edir. Bir daha izləyək. Gözəl bir hücum və kim bilir Emin Cəfərquliyevanın ayağı burada olmasaydı və top çərçivəyə yönəlsəydi Namaşko bu topa reaksiya göstərə biləcəkdimi? Kava topu qazanır Neftçi üçün. Ailton irəliyə, mən deyərdim ki, ünvansız bir ötürmə edir. İndi top orunda meydanın mərkəz yaxınlığında mübarizə gedir və burada qaydanı pozan Nuqzar Kvirtsi olur. Və bir məlumatı çatdırmaq istərdim ki, hal-hazırda Cavid İmamverdiyev isim hərəkətlərinə başlamışdı. Görəsən oyuna daxil biləcək. Neftçi isə növbəti hücum cəhdi bu dəfə də alınmır. Emin Cəfərquliyev idi, səhv etmirəmsə o. Çox soyuqqanlı oynadı. Burada Məqsəd İsayevin presinginə baxmayaraq topu itirmədi. Rəhman Hacıyev, Məqsəd İsayev oyunu bir xeyli canlandırıb meydanda. Murad Səttarlı, Kamal Qurbanov mübarizədə hələ ki topu komandasında saxlaya bilir. Tagim Novruzov idi, səhv etmirəmsə bu. Bəli, Tagim idi. Ruslan Qurbanov Neftçinin hücumunu qurmaq istəyir sağ cinahdan. Cərimə meydançasına daxil olur. Ötürmə. Top Azal futbolçularından meydanı tərk edir. Bu dəqiqələrdə Neftçi çox fəaldır. Neftçi gözəl pressing tətbiq edir və bu pressingdə komandaya fayda verir. Samir Əliyev isə 4-cü hakim Nail Nağıyevə əvəz etməyə hazırlıq barədə hazır olduqlarını bildirir. Amma bu yəqin ki, növbəti bir fasilədə baş verəcək. Eləli isə oyun davam edir. Rəhman Hacıyev bu vəziyyətdə topu itirməməlidir. Yox, bu Məqsəd İsayev idi, üzr istəyirəm. Aqil Məmmədovla oynayır. Fikir verirsənsə Ramos Aqil Məmmədova tələsməməyi tapşırır. Futbolçuların bir qədər boş mövqelərə çəkilməyini istəyir. Kvirtiya, Ailtondan müdaxilə. Ailton, Tagim Novruzov, hakim burada qayda pozuntusu qeydə alınmır. Bu arada hər iki komandanın heyətində növbəti oyunçu dəyişiklikləri
yerinə yetiriləcək. Bu barədə bir qədər sonra Murad Səttarlı indi sol cinahla irəliləyir. Kavanın qarşısını kesir. Murad Səttarlı ötürməsini edir. Uzaq güncə bu topa Kvirtsiya çatmadı. Bir toxunuş. Xeyr, bu meydan yenicə daxil olmuş Məhəmməd Bədəlbəyli idi. Amma bu topa çatmadı. Belələri ki, komandanın heyətində dəyişiklik. Neftçinin heyətində Cavid İmanverdiyev meydana çıxacaq. O kimi əvəz elədi? Kavanın yerinə oyuna daxil oldu. Beləliklə 10 nömrəli futbolçu Neftçidə oyuna daxil oldu və o 18 nömrəli oyunçunu əvəz eləyir. Azalda da indi əvəz etmə olacaq. 22 nömrəli futbolçu Kamal Mirzəyev meydana çıxmalıdır. Kamal Mirzəyev isə Tagim Novruzovu əvəz edəcək. Tagim Novruzov nömrə 6 meydandan çıxır. Onu nömrə 22 Kamal Mirzəyev əvəz edəcək. Neftçinin artıq əvəz 6 etmə. nömrəli futbolçu Tagim Novruzov meydanı artıq tərk edir. Və 22 nömrəli futbolçu Kamal Mirzəyev oyuna daxil oldu. Neftçinin artıq əvəz etmə hüququ qalmayıb. Azalın isə ehtiyatında bir əvəz etmə hələ var. Azalın hücum etmək cəhdi baş tutmur. Cavid İmanverdiyevin topa ilk toxunuşu idi bu. Azal istiqamətində ötürmə və burada Emin Cəfərquliyev Neftçi futbolçuların arasından sıyrılıb çıxa bilir. Və Ürfan ənənəmizə sadiq qalaraq bu oyunda da digər oyunlarda olduğu kimi bu dəfə də maçdan sonra bu oyunda iştirak edən futbolçular və komandaların məşqçiləri ilə ünsiyyət qurmağa çalışacaq. Odur ki, səni ötürürük meydanın yanına və dərhal oyundan sonra səni gözləyirik futbolçularla və məşqçilərlə maraqlı müsahibələrlə. Sizə isə maç davam edir. Namaşko burada az qala səhv yol verəcəkdi. Bir daha qeyd edək ki, Neftçi komandası bərabərlik topunu vurarkən komandanın qalkiperi, Azal komandasının qalkiperi Stanislav Namaşko o qədər də inamlı təsir bağışlamadı öz oyunu ilə. Neftçi indi hücumdadır. Rəhman Hacıyev gün zərbəsini yerinə yetirməlidir. Böyük qüvvə ilə qonaq komandanın futbolçuları indi hücuma qoşuldular və bu başa düşüləndir. Neftçi ölkə futbolunun flaqmanı təbii ki, məğlubiyyətçilik seriyasını Azalla oyunda da davam etmək istəmir və bu oyunda qalib gəlmək fikrindədir. Və hazırda Azal komandası topa nəzarət edir. Sağ cinahla meydan sahiblərinin hücumlarını qururlar və qapıya zərbə olacaq mı? Murad Səttarlı çalışdı bunu etməyə, amma bacarmadı. 85-ci dəqiqə gedir. Azal Neftçi görüşündə hesab 1-1-dir. Xatırladım ki, Neftçi 8-ci turda doğma meydanda Qəbələni qəbul edərkən oyundan sonra Samir Əliyevin fikirlərini öyrənməyə çalışdıq, amma təbii ki, nəticədə narazı qalan Neftçi komandasının baş məşqçisi müsahibədən imtina elədi. Ümid edirik ki, bu dəfə bu halla qarşılaşmayacaq. Üstəgəl Samir Əliyevlə oyundan öncə də danışmışıq və o bildirdi ki, bəli, bu dəfə oyundan sonra sizin mikrofona yaxında olacağım. Bugün hesab 1-1'dir. Komanda hələ ki məğlub durumda deyil. Komanda hətta qələbə topunda vurmağa yaxın olub. Bir neçə dəfə oyun davam edir. Görüşün başa çatmasına 8 dəqiqə qalır. Əsas vaxtın başa çatmasına təbii ki 8 dəqiqə qalır və Məhəmməd Bədəlbəli indi topu ələ keçirdi. Murad Səttarlı ilə oynadı, amma onun qarşısını Jairo Rodriguez kəsir. Ramos sadə bir vəziyyətdə topu az qala itirəcəkdi, amma burada Ailton onu sığortalayır. Lakin Ailton bu topa çatanda artıq komanda yoldaşına dəqiq ötürmə etmə imkanından olur və bu səbəbdən də topu meydandan çıxarır. Emin Cəfərquliyev ilə autu yerinə yetirəcək indi Azal. Düşünürəm ki, çempionatın əsas qüvvələrindən olan Neftçi ilə görüşdə Azal doğma meydanda heç-heçəyə də razılıq verə bilər. Lakin qeyd edək ki, Azal heç də müdafiəyə çəkilmək fikrində deyil. Komanda hazırda hücumdadır və bu dəqiqələrə qədər, bacardığı qədər ölkə futbolunun flaqmanına cavab verməyə çalışır. Öz bəxtini hücumda sınıyır Tərlan Əhmədovun komandası. Bunu da deməyə yerinə düşər.
Hər iki komanda məşqçiləri oyun sona yaxınlaşdıqca olduqca gərgin görünürlər, çox əsəbidirlər. Bunu da qeyd edək. Əsasən də bu sözlər Samir Əliyeva şamil olunmalıdır Neftçinin baş məşqçisinə. Məqsəd İsayev topa çata bilmədi. Emin Cəfərquliyev artıq neçənci dəfədir ki, onu qabaqlayır. Ruslan Qurbanov Tural Hümbətövlə mübarizədən məğlub olub və daha sonra Tural Hümbətov Məqsəd İsayevlə dueldən də qalib çıxır. Altı yerinə yetirməlidir meydan sahibi komandası Emin Cəfərquliyev. Bunu tələsmədən edir və onu başa düşmək olar. Komanda hazırda gözəl bir nəticəyə nail olub. Bəli, Neftçi ilə doğma meydanda Azal 1-1 hesablı heç-heçəyə nail olarsa, bir xal toplayarsa, bu təbii ki, Təhlil Əhmədovu razı sala bilər. Təbii ki, digər tərəfdən də söyləyə bilərsiniz ki, Azal hesabı açan tərəf oldu və nədən komanda qələbə uğrunda mübarizə aparmasın. Üstəgəl hesab 1-1-dir və vurulan bir qol Azala qələbə gətirə bilər. Amma unutmayaq ki, bu cəhdlər nəticəsində Azal əks hücumda yaxalana bilər və bu qolu Azal deyil, artıq Neftçi vura bilər. Top bunun da mübarizə gedir. Məqsəd İsayev o qədər də uca boya malik deyil və təbii ki, belə olan halda hava mübarizələrində ona topu qazanmaq çox çətin olur. Qayda pozulur burada. Hakim Ramil Diniyev bildirir ki, Azal komandasının futbolçusu Aleksandr Guruli qaydanı pozur da. Epizodun təkrarını izləyirik. Burada zənnimcə Gurulinin qayda pozulmasını yox, bir qədər gec fit səsləndi. Buna qədər Nuqzar Kvirtsiya qaydanı pozurdu. Bəlkə də hakim gözlədi, top kimdə qalacaq. Yəni bu variantda istisna deyil. Top yan xəttdən meydanı tərk edir. Azal Neftçi görüşündə 89-cu dəqiqəyə daxil olduq artıq. Daha doğrusu 90-cı dəqiqəyə artıq daxil olduq. Hesab 1-1'dir. Əsas vaxtın sonuncu dəqiqəsi gedir. Topaz Premier Liqasında bugün 9-cu turda start verilir. Bugün yalnız bir oyun nəzərdə tutulub. İzlədiyimiz Azal Neftçi görüşü artıq başa çatmaq üzrədir. Bu oyun hansı hesabla başa çatacaq? 1-1 və yaxud da qalib bilinəcək. Bu suala cavab vermək üçün bizi dəqiqələr ayırır. Sabah tura daha 2 oyunla Sabah tur daha 2 oyunla davam edəcək. Kəpəz Xəzər Lənkəranı, Qəbələ isə Zirəni, üzr istəyirəm, Inter Sarıyavanı qəbul edəcək və sonuncu gündə daha 2 oyun nəzərdə tutulub. Qarabağ səfərdə Sumqayıtla oynayacaq, Qəbələ isə doğma meydanda Zirəni qəbul edəcək. 4 dəqiqə əlavə olunur birinci hissənin, üzr istəyirəm, oyunun əsas vaxtına. 4 dəqiqə əlavə oldu və 90 dəqiqə artıq başa çatıb, əlavə saniyələr hazırda gedir. Azal Arenada olduqca maraqlı, gərgin mübarizə şəhərində keçən Azal Neftçi görüşünü izləyirik və meydan sahibləri hazırda hücumdadılar. Üçüncü zərbəsini Nuqzar Kvirtsiya yerinə yetirəcək. Azalın heyətində fərqlənən futbolçu 24-cü dəqiqədə məhz onun penaltidən vurduğu qol komanda hesabda önə keçirdi, amma bu sərfəli hesabı komanda qoruya bilmədi. 58-ci dəqiqədə Ruslan Qurbanovla Neftçi bərabərliyi qazandı. Ötürmə edilir. Aqil Məmmədov çox çətinliklə bu topu təhlükəli mövqedən uzaqlaşdırır. Və Elşan Abdullayevla Neftçinin cavabını gəlin izləyək. Alınmadı istənilən cavab. Lakin top elə ki, qonaq komandanın futbolçularında qalır. Məqsəd İsayev topu sadə bir vəziyyətdə itirir Məqsəd İsayev. Rahil Məlikov artıq ünvansız bir şəkildə topu irəliyə göndərir və mənə elə gəlir ki, bu bir işarədir ki, Azal bu hesabla razıdır və bu hesabı qorumaq niyyətindədir. Neftçi isə tam əksinə tələsir Neftçi komandasının futbolçuları. Buna qədər doğma meydanda Qəbələyə 0-1 hesabı ilə uduzdular və indi səfərdə Azalla bərabərliyə yaxındılar. Daha bir oyuncu dəyişikliyi Azal komandasının heyətində Murad Səttarlı, səhv etmirəmsə 21 nömrəli futbolçu meydanı tərk edəcək. Bəli, Murad Səttarlı
keçən turda Xəzər Lənkəranla oyunda Azalın qoluna imza atmış futbolçu da Murad Səttarlı və onu 28 nömrəli futbolçu Müşfiq Teymurov əvəz edir. Hər üç oyuncu dəyişikliyindən beləcə istifadə etmiş oldu Tərlan Əhmədov, Azalın baş məşqçisi Namaşko. Bu dəfə çıxışda səhvsiz oynayır və yumruğu ilə topu uzaqlaşdırır təhlükəli mövqedən. Artıq əlavə olunan 4 dəqiqənin ikisi geridə qalıb. Azal Arenada Azal Neftçi oyunu sülhlə bitəcəkmi, yoxsa bu oyunda qalib bilinəcək? Cavid İmanverdiyev topu sinəsi ilə qəbul etdi. Bütün diqqətlər hakimə. Ramil Diniyev oyunu davam etdi bu epizodda. Epizodunsa təkrarlı səviyyə ilə gözləyirik. Amma bu barədə bir qədər sonra indi Azal əks hücumda rəqibini yaxalayır və Məhəmməd Bədəlbəli irəliləyir. Bütün diqqətlər hakimə. Hakim 11 metrlik penalti. 11 metrlik cərimə zərbəsi təyin edir və qırmızı vərəqə göstərilir Jairo Rodriguez'a. Bax belə. Gözlənilməz bir sonluq. Düşünürdük ki, sonda Neftçi qola yaxın olacaq, amma bu belə olmadı. Sonda Azal qola yaxın olur. Penalti qazanır. Daha bir penalti. Epizodun təkrarını izləyirik. Məhəmməd Bədəlbəli sürət yığır. İrəliyir. Jairo Rodriguez onu təqib edir və burada Məhəmməd Bədəlbəli yıxılır. Hakimin qərarı penalti olur. Jairo Rodriguez, Braziliyalı müdafiəçi qırmızı vərəqə alır bu epizodun sonunda və Azal mövsümdə ikinci qələbəsinə yaxındır. Azal mövsümdə ikinci qələbəsinə yaxındır. Topun arxasında Aleksandr Guruli var. Hakim Ramil Diniyevin işarəsindən sonra o zərbəsini yerinə yetirəcək. Aqil Məmmədov komandasını qoldan xilas edə bilər. Hakimin işarəsi gəlir. Guruli yoxsa Məmmədov. Zərbə indirilir. 2-1. 2-1. Gol, gol, gol. 2 gol, 2 penalti. Və Azal ikinci qolu vurur Neftçi ilə görüşdə. Azal 2, Neftçi 1. Azal 2, Neftçi 1. Kim düşünürdü ki, bu oyundan öncə yekunda nəticə bax belə olacaq. Anar, üzr istəyirəm, Aqil Məmmədov topun hansı küncə gedəcəyini tapsa da topu qaytara bilmədi. Gurulinin zərbəsindən sonra top tora daxil olur və beləcə Azal ikinci qolunu vurur. Sevincdən hətta tabloya nəzarət edən Azal Arenanın işçisi də burada daha bir qolu qeydə almışdı, amma yox, hesab 2-1'dir. Və Neftçi artıq əlavə olmuş dəqiqələr də başa çatıb və budur. Görüşü baş hakimi Ramil Diniyev oyunun başa çatdığı elan edir. Bu fitlə beləcə Neftçi mövsümdə daha bir məğlubiyyət alır. 2 turda ardıcıl 2 məğlubiyyət doğma meydanda Qəbələyə uduzdular və indi səfərdə Azalla oyunda eyni aqibəti yaşadılar. Bəli, Neftçidə böhran davam edir. Komandanın oyunu heç də yaxşı deyil. Azala gəlincə isə Azal gözlənilməz bir qələbə qazanır. Komanda mövsümdə ikinci qələbəsini Neftçi üzərində qazanır, bayram edir. Birinci qələbəsi bu stadionda Rəvan üzərində qazanılmışdı və 9-cu turda heç kimin gözləmədiyi bir anda Azal doğma meydanda Neftçini 2-1 hesabı ilə məğlub edir. Hər iki top penaltidən vuruldu, amma hər iki halda penaltilərlə bağlı epizodda hər hansı bir mübahisə etməyə değməz düşünürəm. Epizodların təkrar görüntülərdən biz izlədik və bir qədər sonra da izləyəcək və fikir verin Azal komandası bu qələbəni necə qeyd edir. Qələbə bir dövrəsi vururlar, bir-birlərini təbrik edirlər və bu təbii ki Azalın böyük bir uğurudur. Yeri gəlmişkən Neftçinin futbolçuları indi meydana, azarkeşləri meydana daxil olurlar və onlar komandanın kapitanı Aqil Məmmədovun müşahidə ilə meydanı tərk edirlər. Təhlükəsizlik xidmətinin əməkdaşları Azal Arenada onları meydandan kənarlaşdırmağa çalışdı. Amma Aqil Məmmədov, əsən kapitan bax belə olmalıdır. Yaxınlaşaraq azarkeşləri öz ətrafına yığaraq onları özü meydandan çıxarır. Və hazırda həmkarım Ürfən Məmmədli meydanın kənarındadır və bu oyunda iştirak edən futbolçularla və komandaların məşqçiləri ilə ünsiyyət yaratmağa çalışacaq. Əgər Ürfan hazırdırsa, mən sözü ona ötürürəm. Ürfan, buyur. Bəli, Şəmsəddin, Azal Neftçi görüşü son dəqiqədə vurulan qolla görüşün taliyə həll olundu. Hazırda isə yanımda Azalın baş məşqçisi Tərlan Əhmədov var.
Tərlan müəllim, əvvəla sizi təbrik edirəm. Son dəqiqələrdə vurulan bir gol, daha doğrusu ikinci penalti və komandanız 3 xal aktivini yazdı. Əvvəlcə istərdim oyun haqqında fikirlərinizi eşidək. Açığı deyim ki, maraqlı oyun getdi, mübarizə vardı. Yəni birinci hissədə biz məsələni həll edə bilərdik. Yəni qaradılan qol vəziyyətlərindən istifadə edə bilmədik, amma buna baxmayaraq etdiyimiz dəyişiklik komandaya xeyir gətirdi. Yəni əks hücumda tuta bildik son dəqiqələrdə. Bu da komandaya qələbə qazandırdı. Açığı deyim ki, Lənkəran oyunundan sonra, Xəzər Lənkəran oyunundan sonra bir balaca komandada ruh düşkünlüyü vardı. Yəni bu həftə ərzində ancaq işimizi Neftçi komandasının analiz edib oyunu üzərində qurur ki, bu bizə qalib, yəni evdə vacib qalibiyyət lazımdır. Bugün də futbolçularımın hamısını təbrik edirəm. Yəni həqiqətən də bugün göstərdilər ki, artıq Azal yavaş-yavaş öz oyununu, öz gücünü tapır. Tərlan müəllim, bir məsələni qeyd edərdim ki, Neftçinin heyətində bəzi əsas heyət üzvləri yox idi. Bu Azal üçün bir şans idimi ki, qələbə qazanmaq üçün və Azal bunu qələbə qazandı. Valla mən heç bir komandanın oyununda futbolçuları seçim eləmirəm. Yəni Neftçi komandası elə bir komandadır ki, Azərbaycan futbolunun tarixidir. Yəni onun təməlidir. Yəni buradan gəlir. Bu komandada istər kimliyindən asılı olmayaraq hər bir futbolçu artıq hansı bir komanda oynadığını düşünür. Ona görə mən o komandada futbolçulara baxıb oyunumu qurmuram. Yəni onların sırf taktiki və zəif cəhətləri üzərində qururam. Amma indi birə götürsək, bizim də komandadan komandanın əsas kapitanı Seymur Əsədov bilirsiniz ki, 6 aylığına artıq sıradan çıxıb. Yəni bu bizə bir problem yaradır. Elmin Çobanovun özü də zədəli, yəni topuğunda sınıq var, o da bizə bir problem yaradır. Yəni bu şeylər istər-istəməz, amma əsas götürək ki, Neftçinin əsas oyuncuları yox idi. Yəni Neftçidə elə gördüyüm futbolçular, oynayan futbolçular elə bizim dövrdən oradadılar. Yəni bugün də əsas heyət deyirlər. Tərlan Əhmədov fasilədə futbolçularına hansı tapşırıqları verdi? Yəni bilirsiniz, əsas o idi ki, oyundan düşməmək. Yəni necə motivasiya vardı, konsentrasiya vardı oyuna, artıq bu konsentrasiyanı biraz da artırmaq, biraz da diqqətli və rəqibi çalışdığımız qədər əks hücumda tutmaq. Oyundan sonra Ruslan Qurbanov emosiyalarına hakim olmadı. Bəlkə də azarkeşlər, tamaşaçılar bunu görməsəydi, biz burada bunun şahidi olduq. Tərlan Əhmədov futbolçularına sakitləşməyi məsləhət gördü. Bu situasiya istərdim münasibət bildirəsiniz. Mən əsas deyim, açığı deyim ki, yəni futboldur, futbol emosional oyun idman növüdür. Yəni burada əsəbləri cilovlamaq da olmur. Hərdən görürsünüz ki, baş məşqçi olaraq görsən, bizim məşqçilər də buradan şeylər. Amma sırf Ruslanın əsasına gələndə futbolçudur, o da istəyir ki, qalib gəlsin. Son dəqiqələrdə buraxılan qol, yaradılan penaltı istər-istəməz onda bu əsəbiliyə, ameliyyatçaların artmasına görə bu da təbii haldır. Yəni mən onun futbolçunu alqışlayıram ki, futbolçu yəni istədiyi rəqibə qalib gəlmək istəyirdi. Bu gün də yəni bizim şanslı biz idik, biz də qalib gəldik. Uğurlar Tərlan Əhmədova, Azal uğurlar. Sağ olun. Bəli Şəmsəddin, biz hazırda Azal klubunun baş məşqçisi Tərlan Əhmədovun fikirlərini eşitdik. Komanda son dəqiqələrdə qazanılan qələbə Tərlan Əhmədovun əhvalına da yüksək təsir verib. Hazırda isə növbədə Azalın növbəti futbolçusu, daha doğrusu kapitanı Rail Məlikovdur. Rail, əvvəla sizi təbrik edirəm. Komanda son dəqiqədə vurduğu bir qolla 2-1 hesabı ilə qalib gəldi. Oyunda 2 penal oldu. Əvvəla istərdim bu penal epizodlarına sənin fikirlərini eşitdim. Bugünkü oyunda hakimin elədiyi referliyi, hakimliyə ki, çox düzgün idi, bəyənildi. Yəni ki, ikisində sırf penalti var idi, ikisində doğru qərar verdi və ikisində də qolu vurdu və qələbə qazandıq. Azalın müdafiəsində daha çox sənin üzərində çox yük düşürdü. Həm də Neftçi sənə yad komanda deyil. Ümumiyyətlə, Neftçi ilə oynamaq və komandanın, belə deyək, müdafiəsində Rail Məlikovun rolu. Bu barədə istərdim fikirlərini eşitdim. Düzdür, Neftçi mənim həmşəhrəmdə bir nömrəli komanda olub. 5 il orada oynamışam. Mən ki, komandaya qarşı hər bir komanda tam ciddi hazırlaşır. Biz də Lənkəran səfərindəki məğlubiyyəti bu oyundan yaddan çıxarmalıydıq. Ciddi hazırlaşır və qələbə qazandıq. Tək mən yox, hər bir oyunçumuzun bu oyunda əməyi çox oldu və qələbə qazandıq. Ümumilikdə komandanın kapitanı kimi bugünkü oyundan razı idinmi? O məşqçi deyə bilər, mən deyəmirəm, qərarı verəmirəm. Uğurlar sizə, sağ ol. Bəli Şəmsəddin, Azalın kapitanı Rail Məlikovla müsahibə aldıq. Sırada əgər futbolçularımız və yaxud Neftçi tərəfindən hələ ki heç kim yoxdur, istərdim sözü sənə ötürüm. Təşəkkürlər Ürfan. Beləliklə qalib gələn Azal komandasının baş məşqçisi Tərlan Əhmədov və kapitanı Rail Məlikovun fikirlərini öyrəndik bu oyunla bağlı. Həqiqətən də bu oyun maraqlı bir nəticə ilə yekunlaşdı. Çünki oyundan öncə mən düşünmürəm ki, hətta Azal komandasının ən
etibarlı azarkeşləri belə bu qələbəyə ümid edirdilər. Amma bu qələbə artıq bir faktdır, bir dəqiq bir faktdır. Beləcə Azal mövsümdə ikinci qələbəsini qazandı. Hər şey isə bax 24-cü dəqiqədə Nuqzar Kvirtsanın bax bu penaltisi ilə başladı. İlk topu Neftçinin qapısından Nuqzar Kvirtsaya bax bu dəqiqədə keçirdi. Neftçinin bərabərliyi qolu Ruslan Qurbanovla gəldi. Oyunun 57-ci dəqiqəsində Namaşkonun burada səhvini də qeyd etməliyik çıxışda. Bundan sonra belə düşündük ki, Neftçi hücumları davam edib, yekunda Azalı sıxıb öz qələbə topunu vuracaq. Amma sən saydığını say, gör Azal təyyarəçilərlə sayırlar. Təyyarəçilər isə Məhəmməd Bədəlbəlinin sürətinə arxalanıb hücuma atıldılar və bu hücumun sonunda əks hücumda penalti qazandılar və bu penaltini bu dəfə Aleksandr Quruli qola çevirdi. Aqil Məmmədovun səylərinə baxmayaraq Neftçi komandasının kapitanı topun hansı küncə gedəcəyini dəqiq tapsa da topu qaytara bilmədi. Və qeyd edək ki, bu oyunun statistik göstəricilərini isə təqdim etmək istərdik. Zərbələr, çərçivəyə olan zərbələr möhtərizədə göstərir. Fikir verin, Neftçinin zərbələrin sayında nə qədər üstünlüyü var. Amma futbolda ən lazım olan üstünlük yekun hesabdadır ki, bu üstünlüyə də bu gün Azal sahib çıxdı. Künc zərbələrin sayında Azalın üstünlüyünü biz görürük. Oyundan kənar vəziyyətlərə gəlincə Neftçi futbolçuları daha çox ofsayda düşüblər. Qayda pozuntuları bu oyunda kifayət qədər çox idi. Azal futbolçuları 20, Neftçi komandasının oyuncuları isə 17 halda qaydanı pozmuşdular. 6 sarı vərəqə göstərildi. Hər iki komandanın üzvünə 3 sarı vərəqə göstərildi. Meydandan kənarlaşdırma oyunun sonlarına yaxın Jairo Rodriguez qırmızı vərəqə birbaşa alaraq meydanı tərk etdi. Topa nəzarət faiz nisbətində burada da Neftçinin üstünlüyü var. Amma bir daha qeyd edək ki, ümumi hesabda, final hesabında, yəni oyunun yekun hesabında Azal 2-1 hesabı ilə qalib gəlir. Mövsümdə ikinci qələbəsini qazanır. Bu münasibətlə, bu qələbə münasibəti ilə təyyarəçiləri təbrik edirik. Neftçiyə gəlincə isə ümid edirik ki, növbəti turlarda Neftçi istənilən oyunu nümayiş etdirəcək və azarkeşlərini qələbələrlə sevindirəcək. Bununla da bugünkü reportajımızı başa vururuq, hörmətli futbol sevərlər, və bu oyunda baş verən nə varsa qısa görüntüləri sizə təqdim edirik və bu görüntülərlə sizi baş-başa buraxırıq. Bugün sizinlə Şəmsəddin Abbasov və Ürfan Məmmədli oldu. Topaz Premyer Liqasının həyəcanını CBC Sportda izləməkdə davam edin. Sağ olun, sağlıqla qalın.